Değerli həmkarlarım, gələcəkdə həmkarım olacaq şəxslər. MİQ imtahanı üçün hazırladığım mövzu sınaq imtahanı 1-in suallarını sizin üçün izah edəcəyəm. Əvvəlcə sualları belə sizə göstərim. Bir daha gözünüzü bərliyin o suallara baxın. Sonra izahına keçək. Bir məsələni də vurğulayım ki, sual hazırlamaq, onları redaktə eləmək, qüsursuz hala gətirmək ciddən çətin bir işdir. Əgər hər hansısa bir qüsurla qarşılaşsaq, ümid edirəm ki, olumlu baxacaqsınız. Suallardakı səhv, qüsur sizi incitməyəcək. İnşallah gələcəkdə özünüz sual hazırlayanda görəcəksiniz ki, sual hazırlamaq, onları redaktə eləmək, eyibsiz ortaya çıxarmaq çətin məsələdir. Umuram ki, inşallah mənim hazırladığım bu sınaqda səhv, qüsur olmayacaq. İndi sualları izah edəndə görəcəyik. Ola bilər ki, gözümdən nəysə qaçıb, diqqətimdən nəysə yayınıb. Doğru cavabları da gördükdən sonra indi başlayaq. Birinci sualımız belədir. Yazışı və tələffüzü arasındakı fərqli məqamların sayını gözləməklə cərgəni tamamlayan söz hansıdır? Gördüyünüz kimi, birinci söz külünk sözüdür. Külünk sözündə bir fərqli məqam var. C, Ç kimi tələffüz olunur. Buzlamaq sözündə isə iki fərqli məqam var. L, D kimi, qıxlı kimi tələffüz olunur. Yetkinlik sözündə isə üç fərqli məqam var. Ç, C kimi, L, N kimi, sonuncu Ç isə yığ kimi tələffüz olunur. Yetkinlik. Ardıcıllıqla birinci sözdə bir fərqli məqam, ikinci sözdə iki fərqli məqam, üçüncü sözdə üç fərqli məqam var. Demək, dördüncü sözdə dörd fərqli məqam olmalıdır. Müttəfiqlik sözündə üç fərqli məqam var. İkinci T, D kimi, Q, K kimi, Ş isə yığ kimi tələffüz olunur. Fərqlənmək sözündə isə yenə üç fərqli məqam var. Q, K kimi, N, M kimi, Q isə yığ kimi tələffüz olunur. Fərqlənmək. İqtidar sözündə bir fərqli məqam var. Tündləşdirmək sözündə isə D, T kimi, L, D kimi, Ş isə yığ kimi tələffüz olunur. Tündləşdirmək. Deməli, cavab Y variantıdır. Tənbəllik sözündə N, M kimi, Ç, yığ kimi, birinci L-nın yerində N, Ə-dən sonra da isə bir N tələffüz olunur. Yəni, söz tənbəlliklə. Gördüyünüz kimi, dörd fərqli məqam var. Önərə cavabımız Y variantı. Keçdik ikinci tapşırığa. İkinci sualda bizdən istəyir ki, qarşısında işarələr qoyulmuş sözlərlə bağlı verilmiş fikirlərin cədvəldə düz olanlarını seçək. Birinci cümlə, Kənd Təsərrüfatı Nazirliyində işləyir cümləsində təsərrüfat sözünü bizdən istəyir. Söyüddən bağ saldım, peyvəst elədim, almasın, heyvasın, narın görmədim. Narın sözünü bizdən istəyir. Orada narın sözünün qarşısında romb işarəsi qoyulub. Təsərrüfat sözünün qarşısında üçbucaq. Bağışlayın, papaq atda. Atda sözünün qarşısında kvadrat işarəsi qoyulub. Bu üç söz haqqında cədvəldə fikirlər verilib. Doğru, yanlış fikirləri verilibdir. Biz həmin doğru yanlışlara görə cədvəldəki düz fikirləri götürməliyik. Üçbucaq, qarşısında üçbucaq qoyulan təsərrüfat sözü haqqında yazıblar ki, yəlik halda mənsubiyə şəkilçili isimdir. Bəli, təsərrüfatı sözündə kənd təsərrüfatı I mənsubiyə şəkilçisidir və o həm də həmin söz qeyri-müəyyən yəlik haldadır. Yəni, kənd təsərrüfatının nazirliyi. Amma onun qarşısında nə qoyubdur? Yanlış. Halbuki yanlış deyil. Bu fikir doğru idi. Yanlış qoyduğu üçün demək biz bu variantı götürmürük.
Bunu xətlədik, getdi. Sonra yazıb ki, təsərrüfat sözü sadə isimdir. Halbuki təsərrüfat sözü düzəltmə isimdir. Təsərrüf sözündəndir. Təsərrüf etmək, yəni sərf etmək, istifadə etmək. O qarşısından doğru yazıb, xeyr, doğru deyil, yanlışdır. Ona görə bu cavabı da götürə bilmirik. Deməli, 1-2 olan cavablar getdi. Bizə deməli 2 cavab qalıb. Ya A, ya da Y. Üçüncü fikrə baxırıq. Üçüncü şəxs mənsubiyyət şəkilçisi qəbul etmişdir. Narını sözündə, bəli, sözün kökü nardır. Oradakı I üçüncü şəxs tək mənsubiyyətdir. N isə təsirli çalım bitişdirici, samitidir. Yəni onun almasını, onun heyvasını, onun narını, yəni bağın narını görmədim. Üçüncü şəxs mənsubiyyət şəkilçisi qəbul etmişdi, amma qarşısında nə yazıb? Yanlış. Yanlış yazdığı üçün bu da düz deyil. Keçdik dördüncü fikrə, deyir adlı halda. İndicə dedik ki, narını sözündəki axırıncı N samiti təsirli çalım bitişdiricisidir. Yəni narını görmədim. Ona görə də adlı halda deyil, amma qarşısında nə yazıb adlı halın doğrudur. Xeyr, doğru deyil. Deməli 1, 2, 3, 4-cü fikirlər səhvdir. Demək 5 və 6 düzdür. Görək niyə düzdür? Yazıb ki 5-də altda sözü haqqında yazıbdır ki, mənsubiyyət şəkilçisi qəbul edib. Xeyr, altda sözündə mənsubiyyət şəkilçisi yoxdur. Bu səhv fikrin qarşısında nə yazıb? Yanlış. Yanlış yazdığı üçün deməli doğrudur. Ona görə 5-i götürürük. Bir də yazıb ki, 6-dakı fikir yəlik halda olan sözlə sintaktik əlaqədədir. Bəli, altda sözü özündən qabaqdakı papaq sözü ilə bağlıdır. Papaq sözü isə qeyri-müəyyən yəlik haldadır. Yəni papağın altda nə oğulları var imiş. Ona görə bu fikir də doğrudur. Doğru fikrin qarşısında doğru yazıldığı üçün deməli bu fikir düz olur və bizim cavabımız nə olur? Y variantı olur. Deməli A variantında da 3-ə görə bu variant səhv idi. Davam eləyək. Üçüncü fikrə baxırıq. Üçüncü fikrə baxana qədər mən də buradakı xətləri silim, siz üçüncü testə baxana qədər. Üçüncü tapşırıq mətn tapşırığıdır. Baxaq. Deyir ki, Allon Folbi bir gün maşın qəzasına düşür. Bu qəzada o ayaq arteriya damarlarını zədələyir. O bu zədəyə görə ölə bilərdi. Amma onun köməyinə hadisə yerindən öz maşını ilə keçən Alfred Smith adlı biri çatır. Alfred dərhal Allanın ayağını sarğı ilə bağlayır, təcili yardım çağırır və Allan Folbi ölümdən qurtulur. Bu hadisədən 5 il sonra Allan Folbi bir mistikaya şahid olur. O yolda qəzaya uğramış bir maşınla rastlaşır və bu maşının sürücüsünün də ayağında arteriya damarının kəsildiyini görür. O həmin adama kömək edərkən dəhşətə gəlir. Çünki bu insan 5 il bundan qabaq onun həyatını xilas etmiş həmin Alfred Smith adlı şəxs idi. İndi mətndə bağlı yanlış fikirləri müəyyən etməliyik. Birdə yazıb ki, altından xətt çəkilmiş söz, yəni qara hərflərlə verilmiş söz, mistika sözü, mifik, əfsanəvi olan anlamındadır. Burada mistika sözünün mənasını bilsək də, bilməsək də, biz bu fikrin yanlış olduğunu görə bilərdik. Niyə? Çünki mifik sifətdir, əfsanəvi olan feili sifətdir, mistika sözü isə isimdir. İsimin mənasını sifətlə izah etmək olmaz. Ona görə birdəki fikir yanlış olduğu üçün biz bu fikri götürürük. 2-də yazıb ki, bəzi təsadüflərdə ilahi qanuna uyğunluq təzahür edir. Bəli, biz belə bir müddəa irəli sürə bilərik. Çünki Allan Folbini xilas eləmək, sonradan Alfredin özünün həyatını xilas eləməsinə səbəb oldu. Yəni, burada bir ilahi qanuna uyğunluq var imiş. Yəni, bir adam borcunu digərinə eyni ilə ödəmiş oldu. Biri digərinin həyatını xilas eləmişdi, o biri də o birinin həyatını xilas elədi. Yəni, bəzi təsadüflərdə ilahi qanuna uyğunluq təzahür edir. Bu fikir doğru olduğu üçün bizə doğru fikir lazım deyil, ona görə də fikir cavabını silirik. Arteriya damarında kəsik ölüm riski yaradır. Bəli, birinci abzasın sonunda yazır ki, Allan Folbi ölümdən qurtulur. Deməli, bəli, arteriya damarının kəsilməsi sürətli qan axımına səbəb olur və insan ölə bilir və bu mətndə qeyd olunur. Bu fikir doğru olduğu üçün bunu da silirik. 4-də yazıb ki, Alfred Smith də Allan Folbi kimi eyni yerdə eyni xəsarətə məruz qalmışdı. Eyni xəsarət məsələsi düzdür, amma eyni yerdə deyil. Eyni yerdə görə bu fikir səhvdir. Ona görə 1-ci və 4-cü fikirlər səhv olduğu üçün doğru cavab D variantı olur.
Dördüncü sual fonetika mövzusundadır. Bir verilmiş cədvəldə sözlərin yazılışı və deyilişi arasındakı kəmiyyət və keyfiyyət fərqini nəzərə alaraq uyğunsuzluğu, bax burada diqqət etmək lazımdır, qara hərflərdən verib, uyğunsuzluğu müəyyən edin. Biologiya sözündə iki fərqli məqam var. Həm səs artımı var, həm də o A-ya keçid. O-ün A-ya keçməsi keyfiyyət dəyişikliyidir, səs artımı kəmiyyət dəyişikliyidir. Uyğunluğu deyir müəyyən edin. Baxırıq, təəccüblə sözündə səs artımı yox, səs düşümü hadisəsi var. Həm də təəccüblə sözündə L-də nən kimi tələffüz olunur, həm də səs artımı. Yəni kəmiyyət fərqi olaraq səs artımı da var. Amma həm səs artımı, həm səs azalması var, həm səs dəyişimi var. Nəticədə nə baş veribdir? Bizdə uyğunluq pozulubdur. Deməli, burada səs düşümü var, səs artımı var, səs dəyişimi var. Amma halbuki biologiyada təkcə nə var? Səs artımı var, bir də səs dəyişimi var. Yəni, iki fərqli məqam var. Təəccüblə sözündə isə hətta B-nın P kimi tələffüz olunmasına görə 4 fərqli məqam var. Ona görə biz biri götürürük, uyğunsuzluq. Amma saatlı sözündə həm kəmiyyət fərqi var, A səsi düşür, həm də L, D-ya keçdiyinə görə, həm də keyfiyyət fərqi var. Deməli, biologiya sözündə də bir kəmiyyət fərqi, bir keyfiyyət fərqi olduğuna görə biz 2 bura uyğun gəlir, uyğun gələni yox, bizə uyğunsuzluq lazım idi. Uyğunsuzluq lazım olduğu üçün biz nə edirik? 2-ni çıxırıq, hələlik 1-i götürürük. Üzvlük sözündə nə baş verir? Z-dan sonra üzvlük bir Ü saytı artır, bir də K, Y-ha keçir. Yəni, həm səs artımı var, həm səs dəyişimi var. Hökmdar sözündə isə səs artımı var, bir fərqli məqam var səs artımına görə, amma səs dəyişimi yoxdur. Ona görə biz 3-ü də götürmüş oluruq. Hisslər sözündə isə səs düşümü var, səs dəyişimi yoxdur. Yenə üzvlük sözü ilə uyğunluq yaratmır. Üzvlükdə həm səs artımı var, həm səs dəyişimi var. Ona görə 4-ü də götürürük. Demək, cavab A variantıdır. Bəs baxaq, niyə 5 və 6-nı götürmürük? Tüstülənmək sözündə 3 yerdə keyfiyyət fərqi var. T, D-ya keçib, N, M-ya keçib, K, Y-ha keçib. Kəskinlik sözündə də 3 yerdə fərqli məqam var. Keyfiyyət dəyişikliyi baş verib. K, C-ya, L, N-ya, K, Y-ha keçib. Ona görə biz 5-i götürə bilmirik. Çünki 5 tüstülənməklə eyni üst-üstə düşən məqamlardadır. Məqsədli sözündə də eyni variantdır. Q, K-ya keçib, D, T-ya keçib, L, D-ya keçib, 3 keyfiyyət dəyişikliyi var. Demək, bu sözü də götürə bilmirik. Uyğunsuzluq 1, 3, 4-cü sözlər arasındadır. Baxaq 5-ci tapşırığa. Yenə mətindir, mətnlə bağlı doğru fikirləri müəyyən edin. Qədim dünyanın ən böyük amfiteatr və stadionu, antik Romanın ölüm arenası Kolizey və ya Flavi amfiteatrı bir zamanlar İmperator Nerona məxsus sarayın ərazisinə daxil qurudulan süni gölün ərazisində hərbi qənimətlər hesabına tikilib. İnşasına 72-ci ildə Flavi sülaləsindən olan Vespasianın dövründə başlanılıb. Oğlu Titin dövründə 80-ci ildə tamamlanıb. Sonra Vespasianın digər oğlu Domisianın dövründə Kolizeyə daha bir mərtəbə əlavə edilib. Açılışda qladiator savaşları, minlərlə heyvan boğuşdurulması ilə yanaşı dəniz döyüşləri də olub. 410-cu ildə Romanı tutan qotlar Kolizeyi talan edirlər. İndi fikirlərə baxaq, biz bu dəfə doğru fikirləri seçəcəyik. 1. Kolizeyin tikintisində Flavi sülaləsinin 3 nəsli iştirak edib. Xeyr. Düzdür, 3 hökmdar iştirak edib, amma 2 nəsil iştirak edib. Bir ata, Flavi sülaləsinin olan Vespasianın dövrü, sonra oğlu Tit, oğlu Domisian. Oğlu Tit və oğlu Domisian ikinci nəsildir. Burada 3 nəsil yoxdur. Ona görə birinci fikir səhvdir. Birinci fikri çıxdıq. 2. Kolizey qurudulmuş göl ərazisində tikilsə də, Kolizeydə su hövzəsinin olduğunu əminliklə söyləmək mümkündür. Bunu hardan söyləmək mümkündür? Axırıncı abzasdan yuxarıda, əsas hissənin axırıncı abzasında deyir ki, dəniz döyüşləri də olub. Dəniz döyüşləri suda olur. Deməli, amfiteatrın içərisində xüsusi su hövzəsi olubdur ki, orada dəniz döyüşləri keçirə biliblər. Deməli, bu fikir doğruymuş. Biz ikinci fikri götürəcəyik. 3-də yazır ki, Kolizey öz möhtəşəmliyini 4 əsr sürdürmüşdür. Bu fikir
səhvdir. Niyə fikir səhvdir? 410-dan 80 çıxsaq, çünki oğlu Titin dövründə demək, əm, tamamlanmışdı. Burada cəmi 330 il qalır. Yəni 4 əsr olmur. 4 əsr 400 il deməkdir. Deməli, Kolizey 4 əsr, möhtəşəmliyini 4 əsr sürdürmüşdür fikri səhv olur. Deməli, belə çıxır ki, 4-cü fikir düz olmalıdır ki, bizim üçün düz cavab olsun, B variantı olsun. Kolizey amfiteatrı onu tikdirən hökmdarların aid olduğu sülalənin adı ilə adlandırılmışdır. Bəli, sülalənin adı ilə də, orada də var. Çünki həm Kolizey adlandırılmışdır, həm də Flavi amfiteatrı adlandırılmışdır. Burada nə deyir bizə? Deyir, inşasına 72-ci ildə Flavi sülaləsindən olan Vespasianın dövründə başlanılıb. Demək, həm Kolizey, həm də Flavi adlandırıldığı üçün 4-cü fikir düzgündür. Demək, cavab B variantıdır. Aha, 6-cı suala baxırıq. Fərqləndirilmiş sözlərdən hansının yazılışı səhvdir? Burada bizim isimlə bağlı, isimdə son saytını itirən, son qapalı saytını itirən sözlərlə bağlı qaydanı xatırlamağımız lazımdır. Biz bilirik ki, insanın bədən üzvləri plus oğul, ağıl, qayın, könül sözlərinə yalnız mənsubiyə şəkilsi artıranda son saytını itirir. Bir də ərəb mənşəli son saytı i olan, deyək ki, isim, fikir, şəkil, ətir kimi sözlərdə isə yalnız yox, həm mənsubiyyət, həm də saitlə başlanan hal şəkilsi artırdıqda son saitini itirir. Buradakı sözlərin hamısı yalnız mənsubiyyət şəkilsi artıranda son saitini itirən sözlərdir. Bircə burada bir nağıl sözü var ki, nağıl sözü ümumiyyətlə saitini itirən söz deyil. İndi baxaq. Bir oğlun ağıllısı atamalı olmasa da özünə gün ağlaya bilir. Görürük ki, burada oğul sözü son saitini itirib. Amma itirməli idimi? Xeyr. Niyə itirməlidir öyle? Çünki bu oğuldakı un şəkilsi yəli çaldı. Niyə yəli çaldı? Görürük ki, sənin oğlun ağıllısı demək olmur. Əgər oğlundakı un mənsubiyyət olsaydı, o sənin oğlun olar. Amma görürük ki, sənin oğlun deyil. Demək, biz un şəkilsili sözü qarşısına sənin sözü qoyub yoxlamalıyıq ki, görək o mənsubiyyət şəkilsidir, yoxsa yox. Deməli, birdəki fikir səhvdir. Biz bunu götürəcəyik. Sonra, deyir ki, şəklə baxdıqca kövrəlir, keçmiş xatirələr beynində canlanırdı. Bəli, beynində sözündə də söz, beyin sözü i'sini itirib, amma niyə itirib? Mənsubiyyət şəkilsi artırıldığına görə. Deməli, buradakı beyin sözündə son saitin düşməsi doğrudur. Ona görə biz bunu götürmürük. Beyin sözü mənsubiyyət şəkilsi qəbul etdiyi üçün son saitini itirib. Gəldik 3-ə. Deyir, nağılın bu yerində, nağılda bəli, sait düşməyib və düşməməlidir. Çünki nağıl zaten saitini itirən söz deyil. Buradakı fikir də düzdür. Düz olduğu üçün bunu da götürmürük. Bizə səhvlər lazımdır. Boynu masaj etdikdə ehtiyatlı olmaq lazımdır. Boynudakı u mənsubiyyət şəkilsi deyil, hal şəkilsidir. Təsirlik hal. Nədən bilirik? Əgər boynudakı u mənsubiyyət şəkilsi olsaydı, onun boynu masaj etdikdə ehtiyatlı olmaq lazımdır. Düz gələr. Amma gördüyümüz kimi düz gəlmir. Onun boynu masaj etdikdə ehtiyatlı olmaq lazımdır. Buradakı şəkilsi təsirlik hal şəkilsidir. Boynu sözü isə təsirlik hal şəkilsini artıranda son saitini itirməməlidir. Deməli, burada da səhv var. Və biz də səhvləri götürdük. 1, 4, belə çıxır ki, cavab 1, 4, 5-dir. 5-ə baxırıq. Hər gün qayını onlara gələr, hal əhval tutub gedər. Qayını sözündəki ı mənsubiyyət şəkilsi olduğuna görə qayındakı ı saiti düşməli idi. Hər gün onun qayını onlara gələr, hal əhval tutub gedərdi. Bəli, onun sözünü qayını sözünün qarşısında işlədirik və görürük ki, oradakı ı şəkilsi mənsubiyyət şəkilsidir. Mənsubiyyət şəkilsi olanda isə qayını sözü son saitini itirməli idi. Ona görə nə olur? Bizim 5-ci sualımızın cavabı, 6-cı sualımızın cavabı Y variantı olur. 5-ci sualımızın cavabı da B variantı idi. 7-ci sualımız yenə mətnlə bağlı sualdır. Deyir ki, mətnə əsasən müddəaları müəyyən edin. Müddəa nədir? Bizim mətnə əsasən gəldiyimiz qənaətlər, tezislər. Deyir, atam fransız, anam türkdür. İslamı özümə daha yaxın bilirəm. Amma müsəlmanları gördükcə İslamdan soyuram. Atam anamın Türkiyədəki qohumlarını Brüsselə gətirib, yaşamaq izni aldığı iş tapdı. 1-2 il işlədilər, vəssalam. İndi heç bir işləmir, işsizlik müavinəti alırlar. Hamısı da sap-sağlam. Atamın qohumları xristiandılar, kilsəyə getmirlər, amma əxlaqları var. Hər kəs işində vicdanla çalışır.
Anamın qohumları həm namaz qılır, həm də fürsət düşsə oğruq belə edirlər. Türkiyəyə gedirik. Hər tərəf məsciddir. Məscidlər də namaz qılan insanlarla doludur. Amma hər kəs səni aldatmağa çalışır. Belçikada kilsələr bomboşdur, amma xristianlar dürüsttürlər. Görək biz bu mətndən hansı qənaətlərə gələ bilərik. Birinci fikir. Dini ritualları yerinə yetirmək hələ gözəl əxlaq sahibi olmaq demək deyil. Bəli, bu fikir müddəadır. Çünki orada biz oxuyuruq ki, bəs müsəlmanlar məscidləri doldururlar, amma əxlaqlı deyillər. Demək, namaz qılmaq, dini ritualları yerinə yetirmək hələ gözəl əxlaq sahibi olmaq demək deyil. Bu bir müddəadır. Bu bir tezisdir, biz bunu götürürük. 2. Yazıb Belçikada xristianlar kilsəyə getməsələr də daha əxlaqlıdırlar. Amma bu fikir artıq faktdır. Burada yazıb ki, kilsəyə getmirlər, altından xətt çəkirəm, amma əxlaqları var. Burada eyni fikir təsdiqlənibdir. Bu artıq tezis deyil, bu bir fakt. 3-ə baxırıq, çağdaş dövrümüzdə dini mənsubiyyətin əxlaqlı olmağa həlledici təsiri yoxdur. Bəli, bu da müddəadır. Niyə müddəadır? Çünki biz bu mətni oxuyanda qənaətə gəlirik ki, müasir dövrdə sənin müsəlman olmağın və yaxud xristian olmağın və yaxud dini inancının olub-olmamağı əxlaqlı olmağa həlledici təsir eləmir. Yəni biz xüsusilə bu müsəlmanların əxlaqlı olmadığını görərək biz 3-cü fikri də müddəa kimi irəli sürə bilərik. Bəs 4 nədir? Türkiyədə məscidlərin çox və müsəlmanlarla dolu, Belçikada kilsələrin boş olması qarşılaşdırılmışdır. Bəli, burada bunlar fakt kimi gedir. Deyir, kilsəyə getmirlər, amma əxlaqları var. Orada da deyir ki, məscidi doldururlar. Bu faktdır, bu bir müddəa deyil. Bağışlayın, deməli, bu müddəa olmadığı üçün bunu çıxırıq. Deməli, düzgün cavab nə olur? C variantı olur. Gəldik 8-ci suala. Deyir ki, tələffüz şəklində verilmiş cümlədə heca vurğusunun nəzərə alaraq ardıcıllığı müəyyən edin. Biz əvvəlcə müəyyən eləməliyik ki, bu sözlərdə vurğu neçənci hecalardadır. Sənlə birləşərək, sənlə birləşərək, burada 3-cü heca. Aldıqlarımı, amma bağışlayın, mən bilən sizdə təqdim olunan testdə bu aldıqlarımı sözü deyil. Belədir, sənlə birləşərək, deməli, ondan əsirgəmişəm sözü olmalıdır. Sizin gördüyünüz nümunədə mən də bunu baxım, əsirgəmişəm eləyim. Burada tələb etmişəm qaralayım. Bu 5-ci sözü. Sənlə birləşərək etdiklərimi, burada da etdiklərimi yazım, aldıqlarımı da olardı, heç nə olmazdı, orada onu dəyişməsək. Etdiklərimi, ondan əsirgəmişəm. Etdiklərimi deyəndə burada minin üzərinə düşür, ondan da nanın üzərinə düşür, əsirgəmişəm də isə minin üzərinə düşür. Deməli, ardıcıllıq necə olmalıdır? Sənlə sözündə 1-ci heca, ondan sözündə 2-ci heca, birləşərək 3-cü heca, deməli, ardıcıllıq belə olur. 1, 4, 2, aldıqlarımı 5 olduğu üçün onu axıra saxlayırıq. 1, 4, 2, 5, 3. 1, 4, 2, 5, 3 olur A variantı. Bu sualın dediyim kimi sözləri dəyişmişdik, amma necə oldusa indi qarşıma çıxan PDF variantında bu sözlər dəyişilməmiş oldu. Üzürlü hesab edin. Sizin gördüyünüz testdə isə belə idi. Sənlə birləşərək etdiklərimi ondan əsirgəmişəm. Ardıcıllıq 1, 4, 2, 5, 3 şəklində idi A variantı. 9-cu suala baxaq. Sifətdən düzələn sözləri müəyyən edin. Siz suala baxın, mən də ona atan bu qərarları silim. Buradan qeydləri. Sifətdən düzələn. Xoşbəxtlik sözü xoşbəxt sözündən düzəlib. Nədənsə düzələn söz dedikdə son leksik şəkilçinin artırıldığı hissəyə baxmaq lazımdır. Xoşbəxtlik sözünü düzəldən şəkilçi lik şəkilçidir və xoşbəxt sözü sifət. Demək, xoşbəxtlik ismi sifətdən düzəlib. Biqeyrətcəsinə sözündə son leksik şəkilçi cəsinədir. O da biqeyrət sözünü artırılıb. Biqeyrət də sifətdir. Deməli, 2-ni də götürəcəyik. Biqeyrətcəsinə sözü zərf olsa da, biqeyrət sözü sifətdir.
bizdən soruşmur ki, sifətdən nə düzəlib. Sadəcə deyir ki, sifətdən düzələn sözləri. Deməli, xoşbəxt sifəti idi, biqeyrət sifət idi. Deməli, 1, 2. Qaldırıcı sözü, qaraldıcı sözü qaraltmaq sözündən düzəlib. Qaraltmaq isə feildir. Çünki son leksik şəkilçi ıcıdır. O qaraltmaq sözünə artırılıb, qaraltmaq isə feildir. Düzdür, kökü sifətdir. Amma deyirəm ki, nədən düzəlib deyəndə son leksik şəkilçinin artırıldığı hissəyə baxmaq lazımdır. Burada da son leksik şəkilçi qaraltmaq sözünə artırılıb, feildən düzəlib. Bugünkü sözü bu gün sözündən düzəlib. Bu gün sözü isə zərfdir. Biz 4-ü də götürə bilmirik. Çaparaqca sözü də çaparaq sözündən düzəlib. Çaparaq sözü isə zərfdir. Deyir, çaparaq getdilər. Necə getdilər? Çaparaq. Ona görə də biz çaparaqca sözünü də götürə bilmirik. Çaparaqcada əslində ca ədatdır. Bağışlayın, düz izah edeyim. Çaparaq sözündə araq şəkilçisi var. O zərf düzəldən şəkilçi məqamındadır burada. Leksikləşib artıq və sözün kökü də çap feildir. Deməli, 5-i də götürə bilmirik. Bizim doğru cavabımız nə olur? Y variantı olur. İndi keçək 10-cu suala. Siz 10-cu suala baxana qədər mən də bu qaraları pozum. 10-cu sual. Sifətin sualına cavab verən ismin olduğu hansı cümlədə digər nitq hissəsi ismin xüsusiyyətini daşıyır? Əvvəlcə bu sualı qavramaq lazımdır ki, bizdən sifətləşmiş isim də istəyir və isimləşmiş başqa bir söz də istəyir. Həm ismin sifətləşməsi olsun, həm də başqa bir nitq hissəsinin isimləşməsi olsun. İndi baxaq, dostum Cavidan. Hansı Cavidan? Dostum Cavidan. Burada dostum sözü sifətləşib, sifətin sualına cavab verir. Çoxuna yardım etmiş. Burada çoxuna sözü var ki, o da ismin sualına cavab verir. Burada say da isimləşib. Deməli, nə edirik? Birinci fikri götürürük. Nə yuxarını, nə də aşağını bir abırda təmir etmiş, nəticədə sifarişçi qurum narazı qalmışdır. Burada bircə dənə sifarişçi ismi var ki, hansı qurum sifətin sualına cavab verir. Burada başqa bir isimləşmə yoxdur. Burada yuxarını, aşağını sözü hal şəkilçisi qəbul etdiyinə görə isimləşmiş söz kimi qəbul etməyin. Zaten yuxarını sözü, yuxarı aşağı sözü hara sualına cavab verir, elə burada da hara sualına cavab verib. Əgər kim nə sualına cavab versəydi, onda biz 2-ni götürə bilərdik. Deməli, 2-ni götürmədik. Keçdik 3-ə. Bəziləri işi görməkdən boyun qaçırmış, briqadir Səfər də bunu həzm etməmiş, yuxarıya raport yazmışdır. Bəli, burada briqadir sözü var, isimdir. Sifətləşib hansı Səfər? Briqadir Səfər. Bir də burada yuxarıya, burada haraya mənasında yox, kimə raport yazmışdır? Yəni, yuxarı idarəyə, yuxarı instansiyaya. Burada bir isimləşmə var. Deməli, biz 3-ü götürürük. İnsan doğmalarından burada bir sifətin isimləşməsi var. Uzaq düşəndə kimsəsizlik adamda ruh düşkünlüyünə səbəb olur. Burada isə gördüyümüz kimi ismin sifətləşməsinə nümunə yoxdur. 5-də qırıcıların, qırıcı sifətdir, isimləşib. Nəyin döyüşə müdaxiləsi? Qırıcıların. Hansı dostlarımı? Zabit dostlarımı. Burada isə isim sifətləşib. Ona görə də 5-i götürürük. Düzgün cavab nə olur? 1, 3, 5. Demək, keçirik növbəti suala. Mətnin strukturu ilə bağlı doğru fikri müəyyən edin. Struktur dedikdə giriş, əsas nəticə hissələrini nəzərə almaq, abzası nəzərə almaq kimi fikirlər başa düşülür. Əvvəlcə mətni oxuyuram. Mətnin strukturu ilə bağlı doğru fikirləri müəyyən edin. İtaliya intibahı rəssamı Leonardo da Vinci tərəfindən çəkilmiş Mona Lisa dünyanın ən məşhur, ən çox ziyarət edilən, ən çox haqqında yazılan, ən çox musiqi həsr edilən və ən çox parodiya edilən sənət əsəridir. Portretdəki subyektin çox vaxt sirli adlandırılan mimikası, kompozisiyasının monumentallığı, formaların incə modelləndirilməsi və atmosferik illüzyonizm əsərin diqqət çəkən məqamlarıdır. Mona Lisa aydın görünən kipriklər və qaşlara malik deyildir. 2007-ci ildə Fransa mühəndisi Pascal Cotte böyük ultraşüa tədqiqatı nəticəsində müəyyən etmişdir ki, Mona Lisa əvvəlcə qaşlar və görünən kipriklərlə çəkilmiş, lakin sonraki dövrlərdə ehtimal ki, təmizləmə zamanı bu hissələr itirilmişdir. Cotte müəyyənləşdirmişdir ki, əsər üzərində sonradan dəfələrlə işlər aparılmış, Mona Lisa'nın üz ölçüsü və baxış istiqaməti dəyişdirilmişdir. Fransa kralı 1-ci Fransisk tərəfindən alınmış əsər hazırda Fransa Respublikasının mülkiyyətidir və 1797-ci ildən Parisdəki Louvre Muzeyinin daimi ekspozisiyasına daxildir. Bizdən doğru fikirlər istəyir. Baxaq.
Bir də deyir ki, əsas hissədə mətnin ümumi məzmunu ilə zəif əlaqələnən cümlə vardır. 11-ci sualda, deməli, əsas hissənin mətnin burada heç bilmirəm siz oxuyanda diqqət elədinizmi? Bizə yad gələn cümlə yox idi. Deməli, bu fikir doğru deyil. Çünki adətən belə mətni oxuyanda bizim üçün yad olan, mətnin ümumi məzmunu ilə səsləşməyən, çox bağlanmayan cümlə adamın gözünə girir, diqqətini cəlb eləyir. Deməli, mətndə belə bir cümlə yoxdur. 2-də yazıb ki, abzaslardan biri 2 abzas şəklində olmalıdır. Burada ən yekə abzas 3-cü abzasdır. 3-cü abzasda da fikir dəyişikliyi, təzə fikrə keçid yoxdur. Ona görə deməli B variantındadır ki, 2-dəki fikir də doğru deyil. Deməli, avtomatik, bizə deməli D variantı qalmış olur. İndi baxaq görək 3 və 5 niyə doğrudur? Giriş və nəticə hissəsinə əsasən belə qənaətə gəlmək olar ki, şəkil mənsub olduğu ölkənin deyil, başqa ölkənin mülkiyyətidir. Bəli, biz bu birinci girişdə nə görürük? İtaliya intibah rəssamı Leonardo da Vinci tərəfindən çəkilmiş. Yəni, bu İtalyanlara məxsus olacaq bir əsər idi. Çünki İtaliyalı rəssam tərəfindən çəkilib. Amma bu dəqiqə bu şəkil hansı ölkənin mülkiyyətindədir? Fransa Respublikasının deyir, mülkiyyətindədir. Belə çıxır ki, giriş və əsas hissəsinə əsasən belə qənaətə gəlir ki, şəkil mənsub olmalı olduğu ölkənin deyil, başqa ölkənin mülkiyyətidir. Deməli, 3-dəki fikir doğrudur. 4-də yazıb ki, əsas hissədə məntiqi cəhətdən ziddiyyət yaradan fikirlər verilmişdir. Yenə deyirəm, əsas hissədə bizim diqqətimizi o cür cəlb eləyən hər hansısa bir fikir olmadı. Nə mətnin məzmunu ilə zəif əlaqələnən, nə də ziddiyyət yaradan biz fikrə rast gəlmədik. Deməli, 4-cü fikir səhvdir. 5 niyə düzdür? Deyir, bütün tərkib hissələrdə tarixi şəxsiyyətlərin adları vardır. Bəli, girişdə Leonardo da Vinci'nin, əsas hissədə Pascal Cotte'nin, nəticə hissəsində də görürsünüz ki, Fransisk tərəfindən 1-ci Fransiskin adı çəkilmişdir. Demək, doğru fikirlər nə olur? 3-cü və 5-ci fikirlər D variantı olur. 12-ci sualda gördüyünüz kimi eyni mətindir. Siz bilirsiniz ki, MİQ imtahanında və ya sertifikasiya imtahanında bir mətn olur ki, biraz həcmcə böyük mətn olur. O mətn təxminən 130 sözdür bir mətn olur. Orada o mətnlə bağlı 3 sual bizə verilmiş olur. İndi və həmin suallardan biri mütləq mətnin strukturu ilə bağlı olur. Biz strukturla bağlı sualı gördük. İndi fərqli bir sualla qarşılaşdıq. Deyir ki, şərhlərdən biri mətndə tüm tərəflərlə verilmiş sözlərdən heç birinə aid deyil. Mən bir-bir bunların hamısını izah eləmək istəmirəm. Səhv cavabın A olduğunu deyirəm. A-da yazıb ki, əsərdə danışılacaq hadisənin yaranması və inkişafı üçün lazımi hazırlıq məqsədi güdən hissə ekspozisiya adlanır. Yəni, bizə ilk baxışda belə görünür ki, bu ekspozisiya sözünün izahıdır. Bəli, bədii əsərlərdə ekspozisiya dedikdə A variantı başa düşülür. Amma Louvre Muzeyinin daimi ekspozisiyası dedikdə burada sərgilənən yəni əsərlər toplusu anlamına gələn bir məna verir ekspozisiya. Yəni, Louvre Muzeyində daim sərgilənən o əsərlərin kompleksinə, əsərlərin içərisinə daxildir. Ona görə də A variantı səhv olur. Digər sözlərin mənası isə burada uyğun olduğu üçün bunun üstündə dayanmaq istəmirəm. Demək, bizdə 12-ci sualın cavabı A variantı olur. Keçək 13-cü suala. 13-cü sualımız da yenə eyni mətnlə bağlıdır. Sualı böyüdürəm. İndi isə 13-cü sualla bağlı bizə bir cədvəl veriblər. Deyirlər ki, uyğunsuzluğu seçin. Baxaq görək, bizim üçün uyğunsuz fikirlər hansıdır? Doğrudurun altından deməli, doğru olmayan fikir seçəcəyik. Doğru olan fikri pozuruq, doğru olmayanı götürürük. Bir də yazıb ki, portreti məşhurlaşdıran özünəməxsus özəllikləridir. Bəli, bu fikir düzdür. Çünki ikinci abzas bütünlüklə o şəklin özəlliklərindən, portretin özəlliklərindən danışır. Bu fikir doğru olduğu üçün biz bunu götürmürük. Bunu sildik. İkinci fikirdə yazıb ki, Fransa kralı portreti Leonardo da Vinci'dən almışdır. Qətiyyən bu mətndən o qənaətə gəlmək mümkün deyil. Çünki burada yazmayıb, son abzasda yazıb ki, Fransa kralı 1-ci Fransisk tərəfindən alınmış əsər. Amma deyilmi ki, o Leonardo da Vinci'dən alınıb? Demək, ona görə biz ikinci fikri götürürük. Səhv fikir olduğu üçün biz uyğunsuzluğu
uyğunsuz olan fikirləri, düz olmayan fikirləri götürürük. İndi səhvdirin altından nəyi götürməliyik? Yanlış olan, doğru olan fikri. 3-də yazıb ki, şəkil hazırda 1-ci Franskın sarayında saxlanılır. Burada elə bir şey yazmır. Yazıb ki, Parisdəki Louvre muzeyində saxlanılır. Deməli, 3-dəki fikir səhvdir. Səhv olduğu üçün biz bunu götürmürük. Bizə doğru fikir lazım. 4'te yazıb ki, portret üzərində tədqiqat aparılmışdır. Bəli, yazır 2007-ci ildə Fransa mühəndisi Pascal Cotte böyük ultraşüa tədqiqat nəticəsində müəyyən etmişdir. Bəli, aparılıbdır. Bu doğru fikirdir. Səhvdirin altında verildiyi üçün biz doğru fikri götürürük. Deməli, cavab 2, 4. Aha, deməli, cavab çıxıbdır C variantıdır. 6'nın da uyğunsuzluq olduğunu müəyyən edək. Cavabımız olsun C variantı. Məlumat yoxdur. 5'te yazıb ki, Mona Lisa'nın bir adı da Giocondadır. Mətndə belə bir məlumat yoxdur. Biz məlumat yoxdur, fikir düz olur. Onda biz 5'i götürmürük. 6'da deməli belə çıxır ki, məlumat var imiş. Portret hazır olduqdan sonra da üzərində işlər aparılmışdır. Bəli, deyir Mona Lisa aydın görünən kipriklər və qaşlara malik deyildir. 2007-ci ildə Fransa mühəndisi Cotte deyir, müəyyən etmişdir ki, Mona Lisa'da əvvəlcə qaşlar və görünən kipriklər çəkilmiş, lakin sonrakı dövrlərdə ehtimal ki, təmizləmələr zamanı bu hissələr itirilmişdir. Demək, buradakı 6'da verilən fikir haqqında fikir mətndə verilib. Deməli, belə bir məlumat var. Bu məlumat yoxdurun altında olduğu üçün uyğunsuzluq olur və cavabımız olur C variantı. Keçək növbəti suala. Bir cədvələ əsasən doğru fikirləri müəyyən edin. Qız atasının yaxınlığındadır və yaxud qız atasının yaxınlığındadır. Buradakı qız sözünü iki anlamda anlamaq olar. Bir cümlənin mübtədası kimi qız, yəni özünün atasının yaxınlığındadır. Bir də kimsə qız atasının yaxınlığındadır. Cümlə təmiz bir xəbərdən ibarət cümlə kimi. Birinci halda qız mübtəda adlı halda, ikinci halda qız qeyri-müəyyən gəlik haldadır. İndi baxaq. Deyir, hər üç sözə aid xüsusiyyətdir. Ümumi qrammatik mənasına görə əşya bildirir. Bəli, buradakı üç sözün üçü də isimdir. Qız, ata, yaxınlıq. Demək, birinci fikir hər üç sözə aiddir. Ona görə birinci fikri götürürük. 2'də yazıb ki, quruluşca sadədir. Xeyr, yaxınlıq sözü düzəltmə olduğuna görə ikinci fikir səhvdir, hər üçünə aid deyil. Yalnız iki sözə aid xüsusiyyətdir. Bir söz birləşməsinin asıl tərəfidir. Bəli, qız sözü burada iki variantda düşünsək, qız atasının yaxınlığıdır. Burada iki sözün ikisinə də aid olmur. Ona görə də mən 3'ü götürə bilmirəm. Düzdür, qız atasının yaxınlığında olsaydı, qız da aslı tərəf olurdu, atasının da aslı tərəf olurdu. Amma qız atasının yaxınlığındadır desəm, qızı mübtəda kimi götürsəm, 3'dəki fikir söz birləşməsinin aslı tərəfidir, ikisinə aid olmur, birinə aid olur. Sonra deyir ki, 4. Yəlik haldadır. Yəlik haldadır. Bəli, bir dəfə qız sözü yəlik halda olur. Onda atasının sözü də yəlik halda olur. Bu ikisinə də aid fikirdir. Amma belə desəm ki, qız atasının yanındadır. Onda birinə aid olur. Atasının sözünə aid olur. Ona görə də 4'ü də götürə bilmirəm. Yalnız bir sözə aid xüsusiyyətdir. Deyir, müxtəlif halda düşünülə bilər. Bəli, qız sözü müxtəlif halda düşünülə bilər. Həm adlıq halda, həm gəlik halda. Deməli, bu bir sözə aid fikirdir və buradan 5'i götürə bilirəm. Deməli, variant D variantı olur. 6 niyə düz olmur? Deyir, isimlə homonimdir. Burada isimlə homonim olan söz yoxdur. Feillə homonim olan qız sözü var. Ona görə də bu fikirdə doğru olmadığı üçün 6'nı da götürə bilmirəm. Deməli, doğru cavab nə olur? D variantı olur. Aha, indi keçək 15-ci suala. 15-ci sual. Mətnə əsasən hansı fikirlər doğrudur? Deyir, dəmir ağacı 12-22, mötərizdə 25, yəni bəzən 25 metr boyunda artıq dərəcədə qollu budaqlı ağacdır. Nisbətən kölgəli qərb və şimal yamaclarında kök vasitəsilə yayılır. Onun bu xüsusiyyəti meşələrdə eroziyanın qarşısının alınmasında faydalı rol oynayır. Ovalıqda, dağ ətəyi zolaqda və aşağı dağ qurşağında dəniz səviyyəsindən 400-600 metr yüksəkliyədək olan ərazilərdə xalis və ya qarışıq meşələr əmələ gətirir. Dəmir ağacının ən maraqlı xüsusiyyətlərindən biri odur ki, yaxınında bitmiş öz sinifindən olan və olmayan ağacların budaqları ilə bitişə bilir. Bir ağac zədələnərsə, ona bitişik olan digər dəmir ağaclar
dəmir ağacları onun bərpasına kömək edir. Bizdən doğru fikir istəyir. Baxaq. 1. Ancaq dəmir ağacından ibarət meşələrə təsadüf etmək mümkündür. Bəli, bu fikir doğru olacaq. Niyə doğrudur? Çünki yuxarıda yazır ki, ikinci abzasda deyir 400-600 metr yüksəkliyədək olan ərazilərdə xalis və ya qarışıq meşələr əmələ gətirir. Xalis meşələr əmələ gətirmək o demək ki, ancaq dəmir ağacından ibarət meşələrə təsadüf etmək mümkündür. Bu fikir doğrudur. 2-də deyir ki, dəmir ağaclar zədələnmiş həmcinslərinə kömək edə bilir. Bəli, bu lap axırıncı abzasdadır. Deyir ki, dəmir ağaclar onun bərpasına kömək edir. Bu fikir də doğru fikirdir. Deyir, dəmir ağacı boyuna və qol budağının genişliyinə görə dünyanın ən böyük ağaclarından biridir. Qətiyyən burada elə bir fikir yox. Belə sadəcə yazıb ki, 12-22 metr boyunda artıq dərəcədə qollu budaqlı ağacdır. Amma dünyanın ən böyük ağaclarından biridir fikri bu mətndə yoxdur. Dəmir ağacı yazıb ki, günəşsevər bitki növüdür. Bu da səhvdir. Çünki burada birinci abzasda yazır ki, nisbətən kölgəli qərb və şimal yamaclarında. Demir ki, cənub yamaclarında, şərq yamaclarında. Çünki qərb və şimal soyuq tərəfləri deməkdir. Bu o demək ki, günəşsevər yox, kölgəlik sevən, soyuq sevən ağac növüdür. Deməli, 3-dən 4 səhv oldu, deməli 5 düz imiş. Dəmir ağacının qarışıq meşələrdə bitməsi fikri sonraki abzasda da təsdiqlənir. Yuxarıda ikinci abzasda da demişdik ki, bax, qarışıq meşələr əmələ gətirir. Sonra başqa yerdə deyir ki, sonuncu abzasda deyir ki, yaxınında bitmiş öz sinifindən olan və olmayan ağaçların, olmayan ağaçlar deyəndə bu demək ki, o qarışıq meşələrdə də bitir. Deməli, 1, 2, 5 doğru fikir idi, cavab A variantı. 16-da həm eyni səs müxtəlif hərflərlə, həm də müxtəlif səslər eyni hərflərlə ifadə olunan hansı sözlər sifət deyil? Elə biz sifət olmayan sözləri tapsaq, cavab çıxmış olacaq. Danlayır feildir, banlayan feildir, xoşlanmaq feildir. O ki qaldı, o biri şərtləri ödəyirlərmi? Yoxsa sözlər sifət deyil, hə, bunları götürürük. Daşlayır, banlayır, xoşlanmaq. Çünki 9'luq deyək ki, dik 9'luq taxta, bu deməli sifətdir. Aha, bircə dəqiqə görüm. Aha, bəli. Burada bax gördüyümüz kimi yanlışlıq var. Yanlışlıq var. Burada küskünlük sözü də sifət deyil. Aha, bəli, bax, lap əvvəldən demişdim ki, qüsura rast gəlsək, belə deyək ki, olumlu yanaşaq ki, belə şey olur. Dərdli sözü sifətdir. Ona görə dərdli sözünü götürmürəm. 9'luq sözü sifətdir, götürmürəm. Aha, bəlkə baxaq, bəlkə elədir ki, küskünlük sözünü də sıxmış olduq. Hə, indi baxaq, o biri şərtləri də görək, ödəyirmi? Həm eyni səs müxtəlif hərflərlə, həm də müxtəlif səslər eyni hərflə ifadə olunan hansı sözlər sifət deyil? Aha, baxaq. Birinci küskünlük sözünə baxıram. Küskünlük sözünü götürürükmü, götürmür. Əvvəlcə baxaq görək. Eyni səs müxtəlif hərflərlə ifadə olunubmu? Bəli, olunub. Küskünlük sözünü bura yazıram. Küs, gün, nük. Burada 2 dənə n səsi müxtəlif hərflərlə ifadə olunur. Birincisi n ilə, ikincisi l ilə. Bu bizim bir şərtimiz ödəyir. Bir də eyni hərf müxtəlif səsləri bildirir. Gördüyünüz kimi 3 dənə ç var. Biri ç səsini, biri c səsini, biri y səsini bildirir. Ona görə bu küskünlüyü götürürəm. Əvvəlcə mən testi çox rahatlıqla eləmək istəyirdim. İstəyirdim sifətləri çıxsaq, məsələ bitsin. Amma yox, sifətləri çıxandan sonra gördük ki, bizdə 4 cavab qalıb. 2, 3, 5, 6. Deməli, 205-6-dan hansısa sözdə şərtlərdən birini ödəməyəcək. Yəqin ki, eyni səs müxtəlif hərflərlə və yaxud həm də müxtəlif səslər eyni hərflərlə. Keçək daşlayır sözünə. Daşlayır sözünə baxaq. Daşlayır sözünün tələffüzünü yazım. Daşlayır. Aha. Daşlayır sözündə müxtəlif hərflər eyni səsi bildirir. 2 dənə d səsi var, birini l bildiribdir, birini d bildiribdir. Və sonra 2 dənə a hərfi var. A. Biri a-nı bildirib, biri i-nı. Bunu da götürəcəyik. Həm sifət deyil,
həm eyni səs D səsləri müxtəlif hərflərlə, həm də eyni hərf A hərfləri bir A səsini, bir də I səsini bildirib. Hətta elə I-nın özündə də demək mümkün idi. Elə bir saitlərin özündə bir daşlayırda eyni şey baş verib. İki dənə eyni səsi I səsini bir dəfə A hərfi, bir dəfə I hərfi bildiribdir. Sonra A hərfi, gördüyünüz bu A hərfləri bir dəfə birincisi A-nı bildirib, ikincisi I-nı. Bunu da götürürük. Deməli, biz 2 və 3-ü götürürük. 2, 3 olan cavab. Görək 16-nın cavabı Y mi çıxacaq? 4-ə baxırıq. Banlayan sözünə. Banlayan. Aha, banlayan. 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 Aha, banlayan sözündə eyni səs n-lar müxtəlif hərflərdən ifadə olunub. Bir dəfə n-dan, bir dəfə l-dan. Və eyni hərf A, bir dəfə A-nı bildirib, bir dəfə I-nı. Demək 2, 3, 5 düzdür. 2, 3, 5 düzdür. Görə 6 bəs o şərtləri ödəyirmi? Demək cavab 2, 3, 5. Görə 6 da ödəyəcəkmi? Xoşdanmaq sözü. Onun tələffüzünə baxaq. Xoşdanmaq. Xoşdanmaq sözündə eyni səs, yəni x səsi 2 müxtəlif hərfdən ifadə olunur. Eyni səs m səsi 2 müxtəlif hərfdən ifadə olunur. Bir dəfə n-dan, bir dəfə m-dan. Amma eyni hərfin müxtəlif səs bildirməsi yoxdur. Burada eyni hərf zaten bircə A, 2 dənə A-dır və ikisi də A kimi tələffüz olunur. Deməli, cavabımız 203 imiş. Testimizdə səhv yox imiş. Yəni 6-cı fikir düzdür. Sifət olmasa da, deməli, müxtəlif səsin eyni hərflə ifadə olunması şərtini ödəmədiyi üçün biz xoşlanmaq sözünü götürmürük. Variant Y variantı olur. Deməli, testimizdə səhv yox imiş. Mən 16-nı çox asan yoldan getmək istədim. Amma məlum oldu ki, elə gedib eləmək olmurmuş. Gəldik 17-ci suala. Müəllimlərin ən çox və müdavimlərin ən çox şikayətləndiyi məsələn biri odur ki, niyə bizə elmi mətnlər düşür? Amma bu barədə deyim ki, hər bir Azərbaycan ədəbiyyat müəllimi, nəinki Azərbaycan ədəbiyyat müəllimi, hətta orta məktəbi bitirmiş, tam orta təhsil almış hər bir şəxs sadə elmi mətnləri də oxuyub anlamaq məcburiyyətindədir. Hətta qanunların dilini də oxuyub, yəni rəsmi şüurlar üslubda olan sənədləri də oxuyub anlamaq məcburiyyətindədir. Çünki bu müasir insandan tələb olunan şərtlərdəndir. İndi baxaq 17-yə. Azərbaycan ədəbiyyatında 3 vəzn vardır. Heca, əruz, sərbəst şeir. Hər 3 vəznin oxşar və fərqli cəhətləri vardır. Misraların həcmcə və ahəngcə bərabərliyi heca və əruz vəzni üçün ortaq cəhətdir. Bütün misralarda hecaların bərabər olması heca vəzni üçün xarakterlikdir. Bütün vəzinlərdə misradaxili bölgü müşahidə olunur. Heca vəznində, sərbəst şeirdə misradaxili bölgü bütöv söz prinsipinə əsaslansa da, misradaxili bölgüdə vahid bölgü prinsipi əruz vəznində gözlənilir. Sərbəst şeirdə yazılmış şeirlərdə ahəngi, misraların həcmini, qafiyə quruluşunu müəllifin təbii müəyyən edir. Sabit janr forma xüsusiyyətləri heca və əruz vəznində yazılan janrlara xasdır. Bu mətndə ciddi şəkildə ədəbiyyat bilikləri vardır. Bunu dəyərli izləyicilər, siz hamınız əzbər bilməli olduğunuz elmi faktlardır. Burada bir fənlər arası həm də bizim inteqrasiyamız var. Baxaq, birinci fikir, gördünüz bu Eyler-Venn diaqramıdır, özdə 3 dənə çevrədən ibarətdir. Bu biraz da işi çətinləşdirmiş olur. Misradaxili bölgüdə bütöv söz prinsipi heca vəznində deyir, gözlənilir. Burası düzdür, amma mətndə yazır ki, misradaxili bölgüdə bütöv söz prinsipi həm də sərbəst şeir üçün keçərlidir. Ona görə birdəki fikir səhv. 2-də yazıb ki, misradaxili bölgü vardır. Bəli, heca vəznində və əruz vəznində misradaxili bölgü vardır. Amma bu tam ortaq fikir olmalı idi. Çünki sərbəst şeirdə də var. Ona görə 2-dəki fikir də çıxır. 3-də yazıb ki, bütün misralarda hecaların sayı bərabər olmur. Bu əruz vəzni üçün düzdür. Amma sərbəst şeir üçün də keçərli olduğu üçün bu fikir də səhv. Hamısı üçün ortaq fikirdə yazıb ki, misralar həcmcə və ahəngcə bərabərdir. Xeyr,
Bu sərbəst şeir üçün aid deyil. Sərbəst şeirdə misralar həcm və ahəngcə bərabər olmur. 5-də yazır ki, Azərbaycan ədəbiyyatında vardır. Yəni Azərbaycan ədəbiyyatında həm sərbəst şeir, həm də heca vəzni vardır. Bu fikir düzdür, amma həm də yanlışdır. Niyə yanlışdır? Çünki Azərbaycan ədəbiyyatında əruz vəzni də var. Ona görə biz bunu da xəttləyirik. 6-da yazıb, misralarda hecaların sayı fərqli olur. Bəli, əruz vəznində də misraların sayı fərqli olur. Sərbəst şeirdə də misraların sayı fərqli olur. Çünki buradakı fikir həm əruza aiddir, həm də sərbəst şeirə aiddir. Hecada isə misraların sayı fərqli olmadığı üçün axır ki, bir dənə doğru fikir tapdıq 6. 7-də yazıb ki, forma xüsusiyyətlərini şairin təbii müəyyən edir. Bəli, qafiyə quruluşunu, misralarda hecaların sayını şairin təbii müəyyən edir. Bu da mətndə var. Deməli, 6-cı və 7-ci fikirlər doğru imiş. Cavab E variantı olur. Burada qaraları pozaq. Çoxlu qaramız oldu. Keçək növbəti suala. 18-ci suala. 18-ci sual. Daha çox deyir, orfoqrafik səhvə yol verilmiş cümlə hansıdır? Baxaq. Birinci Dünya müharibəsində dünya sözü böyük hərfdən olmalıdır. Bir səhv. Tamam müflis, müflis deyil, müflisdir. Burada 2 səhv var. Təəssübünü çəkdiyi dostlarından ötəri. Burada ötürü olmalıdır, olmamalıdır. Çox fədakarlıq, burada l yox, r olmalıdır, etmişdir. Burada da 2 səhv var. Monoqrafiya bir o olmalıdır. Çap etdirmək üçün çox mətləblərə, çox mətbəələrə də burada bir olmalı idi. Müraciət etmişdi. Burada da y olmur. 3 dənə fərqli, 3 dənə səhv var. İntuisiyada i-u-nun yeri dəyişik olmalıdır. Bir səhv. Yanlışda l-nın yeri dəyişik olmalıdır. Bir səhv. Qəraralar. Bu, amma bağışlayın. Yəqin ki, buradakı A tamamilə texniki səhv olub. Qəraralar olmaz da yəqin ki. Qərarlar verməsinə səbəb olmuşdur. Səbəb də P. Burada da bu sözsüz ki, bir qüsurdur. Deyəcəksiniz ki, burada 4 səhv var. Bəli, qəraralar olsa sözsüz ki, 4 səhv olur. Mən bilən, amma sizə təqdim olunmuş testdə bu qəraralar deyil. Mən bunu izah eləmək üçün bir sütuna salanda burada A olubdur. Yəni, yəqin ki, elə bir şey olmayıb. Burada 3 səhv olub. Y variantında bekarda i səhvdir. Adamların yaydığı şayələrdə i olmalıdır. Bir səhv də bu da. Fasadlarını deyil, fəsadlarınıdır. Bir də biruzədir. 3 fərqli, 4 yerdə səhv var. Variant E variantı olmalıdır. Əminəm ki, sizə təqdim olunan variantda bu qəraralar deyil, qərarlar olmuşdur. Burada nə cürsə A gəlib düşüb. Deməli, variant 18-də nə olacaqdır? Y variantı olacaq. Keçək 19-a. Deyir ki, dolu yağıntı növlərindən biridir. Yanlış fikri seçirik. Dolu, yoxsa bu da mən çaşdım D variantını qaraladım. Yox, E variantı. E variantındadır. Mən sadəcə bağışlayın. Bunu bura pozanda boyunda pozun, yoxsa sizdə səhv fikir yaranacaq. E variantındadır. 18-in cavabı Y. Baxırıq 19-a. Verilmiş cümlə ilə bağlı yanlış fikri müəyyən edin. Dolu yağıntı növlərindən biridir və yağış, qar və ya dumanlı yağışdan fərqli olaraq bərk haldadır. Dolu yağıntı növlərindən biridir. Dil tərkibindəki şəkilçinin omonim olmadığı düzəltmə sözün kökü omonimdir. Bu fikir yağıntı sözünə aid olur. Çünki yağıntı sözünün kökü yağdır, omonimdir və ıntı şəkilçisi omonim deyil. Düzəltmə sözün kökü omonimdir və tərkibindəki şəkilçi omonim deyil. Deməli, A-dakı fikir doğru. Bir cümlədə 6 məqamda yazılış və deyiliş arasında fərq var. Baxaq görək hardadır. Növlərindən biridir, R deyilmir. Yağış, qar və ya dumanlı, yağışdan fərqli olaraq bərk haldadır da R deyilmir. Görək neçə fərqli məqam oldu? 7 fərqli məqam oldu.
Yoxsa yox, bağışlayın, burada yağıntı sözünün altında xətt çəkmişəm, o məni çaşdırdı. 6 fərqli məqam oldu. Növlərindən biridir, dumanlı, fərqli olaraq haldadır. Bu da düz oldu. Deyir, düzəltmə isimlər, düzəltmə sifətlərdən 2 dəfə çoxdur. Baxaq görək. Düzəltmə isimlər 2 dəfə çoxdur deyir. Düzəltmə sifət isimlər yağıntı, yağış 2, yenə yağış 3 vəssalam. 3 dəfə. Sifətlərə baxırıq. Sifətlər görək hardadır? Sifətlər dumanlı. Aha, bir dənə. Fərqli olaraq da fərqli sözü əziz dinləyicilər, fərqli sözü sifət deyil. Çünki fərqli olaraq bu mürəkkəb bir feildir. Demək, düzəltmə isimlər, düzəltmə sifətlərdən 2 dəfə yox, 3 dəfə çoxdur. Ona görə də bu variant səhvdir. İndi görək D variantı düzdürmü? Bir 4 sözün tərkibinə görə təhlili eynidir. Yağıntı sözü bir kök bir leksik, yağış sözü bir kök bir leksik, dumanlı sözü bir kök. Dumanlı sözü bir kök bir leksik. Aha, fərqli sözü. Amma fərqli sözü olaraq sözü ilə birlikdə mürəkkəb feildir. Mən bunu fərqlini belə götürsəm 4 düz olardı. Amma fərqli olaraq əslində bir kök, bir leksik, təzədən bir kök, bir qram, bir kök şəklindədir. Ay, ay, ay. Bax, burada görürsünüz mənim yanlışım var. Dolu sözü sadə sözdür. Dolu yağıntı növlərindən biridir. O buzdur. O dolu sözündən deyil. Hə, bax, görürsünüz, bax, burada 4 sözün tərkibinə görə təhlili eynidir. Yəqin ki, C variantının üstündə dayanmaq daha rahat olub, amma sözsüz burada D variantı da var. Fərqli sözü o sözü ilə bir yerdə təhlil olunmalıdır. Amma yəqin ki, belə deyək də, fərqli sözünə ayrıca bir kök, bir leksik şəkilçi kimi götürüb onu düşünmək mümkündür. Bu baxım görün, başqa 4 sözün tərkibi başqa cür eyni ola bilərmi? Ona baxım görün, bu cavabın düz olduğunu düşünmək üçün baxım görün, başqa 4 söz varmı ki, yalnız eyni cür olsun. Aha, baxım, dolu sözü bir kök, qar sözü bir kök, bərk sözü bir kök, görün başqa biri varmı? Dumanlı yağış yoxdur, bu da 3 söz olur. Aha, biridir sözündə, növlərindən sözündə 3 qrammatik, buna oxşar söz olmaz. Biridir sözündə də 2 qrammatik olmaz. Yağışdan sözündə bir leksik, bir qrammatik olmaz. Haldadır sözündə 2 qrammatik. Burada D variantı da sözsüz ki, səhvdir. Amma fərqli sözünə ilişib bəlkə də C variantının üstündə dayanmaq olardı. Amma burada 2 cavab olmasına şübhə yoxdur. Çıxışlı halda olan isimlərin sayı ilə baş üzvlərin sayı bərabər deyil. Baxaq. Növlərindən sözü çıxışlı halda olan söz, yağışdan sözü çıxışlı halda olan söz bərabər deyil, düz deyil. Çünki burada 3 dənə baş üzv var. Dolu sözü, yağıntı növlərindən biridir xəbər, dolu sözü mübtəda idi. Bir də bərk haldadır. Burada da bərk haldadır da cümlənin xəbəridir. Burada 3 dənə baş üzv var, amma çıxışlı halda 2 dənə söz var. Gördüyünüz kimi testin birində bir qüsur tapmış olduq. 19-un cavabını yəqin ki, C götürmək daha rahat olardı, amma D variantı da sözsüz ki, səhvdir. Aha, keçdik növbəti suala. 20-ci suala baxaq. Yenə mətindir. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada Azərbaycan Respublikası məhkəmələrində işlərə kollegial və hakim tərəfindən təkbaşına, birinci instansiya məhkəməsində işlər təkbaşına və ya 3 hakimdən ibarət tərkibdə,
yaxud antlı iclasçılardan ibarət tərkibdə, apellyasiya və kassasiya instansiyası məhkəməsində 3 və daha çox hakimdən ibarət tərkibdə baxılır. Məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tuturlar. Məhkəmələrdə işlərə baxılarkən məhkəmə iclasının protokolu aparılır. İndi baxaq görək, hansı fikirlər düzdür, səhvdir. Məhkəmə işlərinə aşağıdakı ardıcıllıqla baxılır. Birinci instansiya, apellyasiya, kassasiya. Görürsünüz, kassasiya. Görək bunlar düzdürmü? Orada onu hansı cümlədən tapırıq? Deyir ki, tək başına, birinci instansiya məhkəməsində işlərin tək başına yox. Bircə dəqiqə görüm, oradan onu. Məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır. Aha, bax gördünüz, burada birinci abzasda bu ardıcıllıq verilibdir. Ona görə bu fikir doğru olmalıdır. Bəli, çünki birinci instansiya, apellyasiya, bəli. Doğrunun qarşısına doğru yazıb bu fikir doğrudur, amma bizdən uyğunsuzluq istədiyi üçün bu bizə lazım deyil. Bu bizim üçün səhv cavab. Keçirik 2-yə. Deyir, bütün məhkəmə instansiyalarında işlərə tək və kollegiala baxılır. Xeyr, bircə, birinci instansiyada tək və kollegial baxıla bilər. Deyir, bax, birinci instansiya məhkəmələrində işlərə tək başına və ya 3 hakimdən ibarət tərkibdə, yəni kollegial baxılır. Amma yazır ki, apellyasiya və kassasiya instansiyası məhkəməsində 3 və ya daha çox hakimdən ibarət olur. Bu fikir yanlışdır, amma qabağına doğru yazdığı üçün yanlış olmur, onu götürürük. Deyir, bütün məhkəmələrin protokolu tutulur. Bəli, deyir, məhkəmələrdə işlərə baxılarkən məhkəmə iclasının protokolu aparılır. Bu düz fikirdir, amma qabağına yanlış yazdığı üçün deməli uyğunsuzluqdur, bunu da götürürük. Sonra deyir, məhkəmədə işlərə yalnız hakimlər tərəfindən baxılır, doğrudur. Xeyr, burada deyir ki, yaxud antlı iclasçılardan ibarət tərkibdə. Bu isə hakim demək deyil. Burada doğru yazıb, doğru deyil, yanlışdır. Deməli, cavab 2, 3, 4-dür. 5-ə baxaq. Deyir, məhkəmələr işlərə baxarkən ilk növbədə Azərbaycan Respublikasının konstitusiyasına. Xeyr, bax, bu abzasda elə bir fikir yoxdur. Deyir, məhkəmələr işlərə baxarkən Azərbaycan Respublikasının konstitusiyasını, qanunlarını və digər qanunvericilik aktlarını, eləcə də Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur. Yəni, burada hər hansısa bir qanunun üstünlük yaratdığından söhbət getmir. Qarşısında yanlış fikrin qabağından yanlış yazdığı üçün bu doğru olur. Ona görə bu doğru fikri götürmürük. Yanlış fikirlər nə olur? D variantı 2, 3, 4 olur. Keçdik 21-ci suala. 21-ci sual. Mətnin ideyası ola bilən fikirləri müəyyən edin. Baxaq. Məclisin ilk günü məclis binasında Başbakan Süleyman Dəmirəl ilə qarşılaşan ana müxalifət lideri, Qurtuluş Savaşının ordu komandanlarından biri olan İsmət İnönü, məclisin neçə pilləkəni var Süleyman deyə soruşur. Gözlənilməz sualla qarşılaşan Süleyman pərtləşir və bilmirəm deyir. Bir neçə gün sonra Süleyman məclisdə İnönünün qulağına, əfəndim, məclisin 220 pilləkəni var deyir. Kimə saydırdın? Şəxsən özüm saydım. İnönü bu cavabın qarşısında məşhur bir tarixi fikir söyləyir. Bax, Süleyman, lider böyük və çətin işlərlə məşğul olar. Sadə işləri başqalarına gördürər. Məsələn, mən məclisin neçə pilləkəni olduğunu bilmirdim. Sənə saydım. İndi bu mətndə hansı atalar sözləri, hansı aforizmlər mətnin ideyası ola bilər, ona baxaq. Deyir, hər kəsin öz yerişi var. Bəli, biz bu fikri mətnin ideyası kimi düşünə bilərik. Niyə? Çünki Süleyman Dəmirəl demişdi ki, liderlər deyək ki, böyük işləri görür, balaca zəif işləri, yüngül işləri başqalarına gördürür. Buradan da biz görürük ki, Qurtuluş Savaşının ordu komandanı olan İsmət İnönü böyük işlərdən məşğul olurmuş. Süleymana isə, yəni o parlamentin sədri olmasına, başbakan olmasına baxmayaraq, o işi ona gördürür. Yəni, hər kəsin öz yerişi var imiş. Sonra burada deyir, qalibləri mühakimə etmirlər. Düzdür, yuxarıda elə bir cümlə gedib, Qurtuluş Savaşının ordu komandanları. Amma burada qalib olub, onu mühakimə ediblər, etməyiblər, belə bir məsələ yoxdur. Ona görə ikini budan bozuruq. Üstə yazılıb, sürünmək üçün yarananlar uça bilməz. Bəli, bu mətndə deyilir ki, elə axırıncı abzasda lider böyük və çətin işlərlə məşğul olur. Yəni, aşağı adamlar uça bilməzlər. Yəni,
Sürünmək üçün yarananlar qartal olub göylərdə uça bilməzlər. Burada İsmət İnönü özünün çəkisini, ağırlığını ortaya qoymuş olub o cümlədə və bu da mətnin ideyası ola bilər. Sonra deyir, ət yeyən quş dimdiyindən bəllidir. Bəli, lider olacaq adam. Uçmaq üçün yarananlar da sürünə bilməz. Bunlar nədir? Hamısı dimdiyindən bəllidir və İsmət İnönünün də öz davranışından, hərəkətindən, Süleyman Dəmirəlin də öz davranışından, hərəkətindən özünün hansı yerdə olduğu bəlli olur. Bu da mətnin ideyalarından biridir. Məqsədə çatmaq üçün bütün üsullar məqbuldur. Bu mətndən elə bir nəticə çıxarmaq olmaz. Yəni Süleyman İsmət İnönünün Süleymana pilləkən saydırması, o bəlkə də təsadüfdən deyibmiş, yəni o məqsədə zada çatmaq fikri yox idi və Süleyman da o pilləkənin sayını gəlib deyəndə ondan soruşur ki, kimə saydırdın? O deyəndə özüm saydım, onda qayıdıb təsadüfən deyək də, belə söz yerinə oturur, bu fikri söyləmiş olur. Deməli, burada mətnin ideyası ola biləcək fikirlər, hər kəsin öz yerişi var. Süleymanla İsmət İnönünün müqayisəsində sürünmək üçün yarananlar uça bilməzlər. Bir də ət yeyən quş dimdiyindən bəllidir. Bu mətnin ideyaları ola bilər. Deməli, cavabımız nə oldu? 1, 3, 4 oldu. İndi keçdik növbəti suala. 22-ci suala. Aha, bu tip sual gələcəkdə hələ MİQ və sertifikasiya imtahanlarına düşməmiş sualdır, amma düşəcəyi gözlənilən sualdır. İnşallah ki deyəndə, yəni MİQ öz bazasında belə suallar toplayandan sonra düşməsi planlaşdırılan suallardandır. Baxaq, cədvələ görə gördüyünüz kimi bu bizim üçün aydın bir məsələdir. Hələ müəllim işləməyənlər üçün bəlkə də biraz fərqli ola bilər, biraz yad görünə bilər, amma şagirdlərin elə bil ki, siniflər üzrə rübrik mənimsəmə səviyyələri göstərilir. 5A sinifində birinci rüb 62%, ikinci rüb 72%, üçüncü rüb 66%, dördüncü rüb 82%. Bunları bir də saymayayım. Sadəcə olaraq indi fikirlərə baxıb müqayisə eləyək. Demək ki, birdə yazıb ki, 6-cı siniflərin birlikdə mənimsəmə səviyyəsi 5B sinifinin mənimsəmə səviyyəsindən yüksək. Demək, nə etmək lazımdır? Bu 84-dən 65-i toplayıb, 78-dən 66-nı toplayıb, 88-dən 68-i toplayıb, 90-dan 72-i toplayıb, üst-üstə gəlib, sonra bölməliyik 2-yə, sonra da 5B-nin nəticəsi ilə müqayisə eləməliyik. Əgər müqayisə eləsək, görəcəyik ki, bəli, 5B burada 5B-nin nəticəsi 6A-dan 6B-nin ortalama nəticəsindən aşağıdır. Ona görə də 6-cı siniflərin birlikdə mənimsəmə səviyyəsi 5B sinifinin mənimsəmə səviyyəsindən yüksəkdir fikri doğru olur. Mən daha bunu bir də hesablamayayım. Siz özünüz də dediyim kimi 6A ilə 6B-ni üst-üstə gəlirsiniz, sonra 2-yə bölürsünüz, sonra 5B-nin nəticəsindən müqayisə edirsiniz. Görəcəksiniz ki, bəli, 6-ların nəticəsi 5B sinifinin nəticəsindən yüksək. Sonra deyir ki, birinci rübdə mənimsəmə səviyyəsi digər rüblərdən daha yüksəkdir. Siz bu 62-ni, 88-i, 84-ü, 65-i toplasanız, sonra 4-cü rübün nəticələrini toplasanız, görəcəksiniz ki, 4-cü rübün nəticəsi 1-ci rübdən yüksəkdir. Ona görə bu 2 düz gəlir. Üstə yazıb siniflərin birində mənimsəmə səviyyəsi artan tendensiya üzrə, birində isə azalan tendensiya, yəni azalan qayda üzrə getmişdir. Baxaq görək ki, elə bir siniflər varmı? Bəli, 6B-də bax 65, 66, 68, 72 bu artan tendensiyadır. 5B-də isə baxın azalan tendensiyadır. 88, 76, 64, 62. Yəni azala gedir. Bu fikir düzdür. Deməli 3-ü götürürük. 4-də deyir ki, 6B sinifinin mənimsəmə səviyyəsi 5A sinifinin mənimsəmə səviyyəsindən yüksəkdir. Siz 6B ilə 5A-nı müqayisə eləsəniz, yəni 6B-nin bu 65, 66, 68, 72-sindən 5B-nin deməli, yox, 5A-nın bu 62, 70, 66, 82-ni müqayisə eləsəz,
görəcəksiniz ki, tərsinədir. 6B-nin yox, 5A-nın mənimsəmə səviyyəsi yüksək. Ona görə 4-də çıxacağıq. İndi baxaq 5-ə. Bir siniflərin rüblər arasında müşahidə olunan artma və azalma ardıcıllığı heç bir sinifdə eyniyyət təşkil eləmir. Biz zaten bayaqlarım demək 6B-dən 5A-da ya 6B-dən 5B-də fərqli olduğunu görmüşdük. Birində azalmışdı, birində artmışdı. İndi 5A-dan 6A-ya baxsaq, məsələn 5A-da nətərdir? 62 aşağı, 70 yuxarı, təzədən aşağı, təzədən yuxarı. İndi baxaq görə bəs 6A-da nətərdir? Bu dəfə bunda yuxarıdır, aşağıdır, yuxarıdır, təzədən yenə yuxarıdır. Yəni heç birində eyni prinsip gözlənilmir. Yəni artma və azalmada oxşarlıq yoxdur. Ona görə də eyniyyət təşkil etmir fikri düz olur. Deməli, siniflərin birində azalmadır, tam birində artmadır, birində belədir. Artma, azalma, artma, o birində isə belədir. Azalma, artma, artma. Ona görə də heç birində uyğunluq olmadığı üçün cavab olur 1, 3, 5A variantı. Keçək 23-cü suala. Müəyyən miqdar sayıları burada uyğunsuzluq istəyir. Qeyri-müəyyən miqdar sayıları və sıra sayıları üçün uyğunsuzluq. Baxaq, deyir, hər üçünə aiddir. Deyir, ərəb rəqəmləri ilə də yazıla bilər. Müəyyən miqdar sayıda ərəb rəqəmi ilə yazılır 1. Qeyri-müəyyən miqdar sayıda ərəb rəqəmi ilə yazıla bilir 5, 6. Sıra sayılarda ərəb rəqəmi ilə yazıla bilir 6-cı. Deməli, bu birdəki fikir hər üçünə aiddir. Amma hər üçünə aid olduğu üçün mən bunu götürmürəm. Niyə götürmürəm? Çünki bizdən uyğunsuzluq istəyir. İndi sonra baxaq. Deyir ki, quruluşca 2 növü var. Quruluşca 2 növü olmaq üçünə də aid deyil. Çünki qeyri-müəyyən miqdar sayının quruluşca 3 növü var. Ona görə nə edirəm? Bu 2-ni götürürəm. Məndən uyğunsuzluq istəyir. Deyir, digər nitq hissəsinin də sualına cavab ola bilər. Bəli, hər üçü ismin sualına da cavab verə bilir. Çünki üçü də isimləşir. Bunu bax götürəcəm. Niyə? Çünki ikisinə aid yox, üçünə aid fikirdir. Deməli, 2-ni götürürəm, 3-ü götürürəm. Sonra deyir, homonim ola bilir. Homonim ola bilmək ikisinə aid. Qeyri-müəyyən miqdar sayılarına aiddir. Məsələn, az sözü homonimdir və müəyyən miqdar sayına aiddir. Məsələn, 1000 sözü homonimdir. Bu ikisinə aiddir. Sıra sayı homonim olmaz. Ona görə 4 uyğun fikir deyə onu götürmürəm. Keçdim 5-ə. Deyir, quruluşca sadə olmur. Birinə aiddir. Bəli, quruluşca sadə ola bilməyən sıra sayına aiddir. Çünki onların həmişə tərkibində ıncı şəkilçisi olur. Ona görə 5-i götürmürəm, pozuram. Deyir, ismin xüsusiyyətlərini daşıya bilir. Oho, o birinə yox, üçünə aid xüsusiyyət olduğu üçün bunu nə edirəm? Götürürəm. Deməli, cavab nə olur? A variantı olur. Hər üçünə deməli, belə deyək, uyğunsuz variantlar. Çünki 6-da hər üçünə aid idi və uyğunsuz olduğu üçün onu da götürmüş oldum. Aha, sonra keçirik növbəti sualımıza, 24-cü suala. Verilmiş nümunələrlə bağlı müqayisə cədvəlində verilmiş doğru fikri müəyyən edin. Nə mən, nə də bu. Kimsədən kömək görmüş, nə də hansı adama isə faydamız toxunmuş. Yəni, Allah'a şükür, nə özümüz kömək görməmişik, nə də başqa adama faydamız dəyib. O hərdən bizim ilə görüşər, nəyə ehtiyacımız olduğunu öyrənər, köməyini əsirgəməzdir. Bizdən doğru fikirlər istəyir. Baxaq görək, doğru fikirlər hansılar? Deyir ki, işarə əvəzliyi mübtəda vəzifəsində işlənmişdir. Bəli, buradakı bu, deyir ki, bu görmüş, toxunmuşdur. Cümlədə, bu mübtədadır. Nə bu görmüş, nə mən görmüşəm. Burada görmüşük olmalıdır, 3 ixtisar olunubdur. Deməli, bu cümlədə mübtədadır. Baxaq görək o biri cümlədə. Çünki bu Euler-Venn diaqramı kimi bir cədvəldir. Belə bir müqayisə cədvəllərinin də Euler-Venn diaqramı kimi götürməliyik. O biri cümlədə isə cümlənin mübtədası o olduğuna görə və o şəxs əvəzliyi olduğuna görə deməli, birdəki fikir düzgündür. Biz birdəki fikri götürəcəyik. Bu bizə lazımdır. Keçirik 2-yə. Deyir, əvəzliyin mənaca 4 növünə aid nümunə var. Görək 4 növünə aid nümunə varmı? Deməli, mən şəxs əvəzliyi, bu işarə əvəzliyi, kimsə qeyri-müəyyən əvəzlik, hansı sual əvəzliyi. Bəli, 4 məna növü var. Amma indi o birinə baxaq, bəlkə o birində də 4 məna növü var. O şəxs əvəzliyi, bizim də şəxs əvəzliyi, nəyə sual əvəzliyi?
Burada 2 dənə. Deməli, mən 1-i də götürürəm, 2-ni də götürürəm. Keçdik 3-ə. Deyir, şəxs əvəzliyi mübtəda vəzifəsində işlənmişdir. Bəli, bu fikir düzdür. Amma burada mən də mübtəda vəzifəsində işləndiyinə görə bu fikir səhvdir. Çünki ortaq olmalı idi. Yəni bu 5-6-nın yanında olmalı idi. Bir əvəzliklərdən biri hal şəkilçisi qəbul etmişdir. Baxaq görək, bəli, nəyə sözü? Biri yox, ikisi qəbul edir. Bizim söz. Əvəzliklərdən ikisi qəbul elədiyi üçün bunu da pozuruq gedir. 5-də yazıb ki, əvəzliklərdən 3-ü ismi əvəz etmişdir. Burada mən, bu, kimsə, bəli, 3 əvəz edib. Hansı sifətin sualı olduğu üçün sifət əvəz edib. Burada isə o, bizim, nəyə? Bəli, bu fikir ortaq. 3-ü ismi əvəz edib. Çünki nəyə ismin sualıdır? Biz və o da kim suallarına cavab verdiyi üçün ismi əvəz edib. Deməli, 1, 2, 5 imiş cavab. İndi biz baxaq görə 6 niyə səhvdir? Hal şəkilçisi qəbul etmiş əvəzliklərdə vurğu son hecadadır. Demək, hal şəkilçisi qəbul etmiş əvəzliklərdə vurğu son hecadadır. Nə mən, nə də bu kimsədən kömək görmüş. Kimsədən. Bircə dəqiqə, yəni heç kim yoxsa bir dəqiqə görün. Kimsədən. Bu qeyri-müəyyən əvəzliklərdə vurğu kimdə olur. O da vurğunu kimsədən yox, kimsədən kömək görmüş, nə də hansı adama isə faydamız toxunmuşdur. Burada vurğu son hecaya düşmədiyinə görə bəzi bölgələrdə, yoxsa elə bütün bölgələrdə qeyri-müəyyən əvəzlik kimdə vurğu kimin üzərindədir? Kimsədən kömək görmüş, nə də hansı adama isə faydamız toxunmuşdur. Bəlkə də mən səhv deyirəm o sözü vurğu olaraq. Şərhlərdə yəqin ki, deyərsiniz inşallah. Kimsədən kömək görmüş, amma yox, mən kimsədən deyirəm. Belə də düşünürəm ki, düz ifadə edirəm. Ona görə cavab B variantı. Keçdik növbəti sualımıza. 25-ci suala baxırıq. Axır ki, Azərbaycan dilindən qurtarırıq. Verilmiş cümlə ilə bağlı doğru fikirləri müəyyən edin. Dövlət katastrında 100 minlərlə özəl, dövlət və bələdiyyə mülkiyyəti ilə bağlı bütün məlumatlar həmişə ictimaiyyətə açıqdır. Deyir, sözün quruluşca bütün növlərinə aid nümunə vardır. Baxaq, dövlət sadə, 100 minlərlə mürəkkəb, özəl, düzəltmə, özdən, özəl, bələddən, bələdiyyə. Ona görə bu fikir doğrudur. Deyir, cümlədə 3 isim gəlirik haldadır. Dövlətin katastrı düz, dövlət və bələdiyyə mülkiyyəti, dövlətin və bələdiyyənin mülkiyyəti, bağlı bütün məlumatlar, bəli, bu da düz. Deməli, üçlü də qeyri-müəyyən yerlikdədir. Dövlət katastrı, dövlətin katastrı, dövlətin mülkiyyəti, bələdiyyənin mülkiyyəti. 1, 2, deməli, cavab artıq çıxıb, deməli, A variantıdır. Görək A-dımı. 3-ə baxırıq. Cümlədə 4 əsas nitq hissəsi var. Dövlət isim, 100 minlərlə say, özəl sifət, deməli, bütün əvəzlik, həmişə zərf. Burada 5 dənədir. Ona görə bunu çıxdı. 4-də deyir, cümlədə feildən və əvəzlikdən düzələn sifət. Görək, varmı? Feildən və əvəzlikdən düzələn sifət. Feildən düzələn sifət. Açdan açıq var. İsimdən düzələn, əvəzlikdən düzələn sifət deyir. Görək, əvəzlikdən düzələn sifət varmı? Özdən özəl, bəli, özdən özəl. Sonra deyir ki, sifətdən və isimdən düzələn isim. Sifətdən düzələn isim, bələddən bələdiyyə, isimdən düzələn isimdə görək varmı? Bəli, mülkdən mülkiyyət. Deməli, 4 düz imiş. Cümlədə leksik şəkilçilərlə qrammatik şəkilçilərin sayı bərabərdir. Baxaq. Minlərlə sözündə lərlə leksikdir, özəldə əl leksikdir, 2, bələdiyyədə iyyə leksikdir, 3, mülkiyyətdə iyyət leksikdir, 4, bağlıda l leksikdir, 5, məlumatda at leksikdir, 6, ictimaiyyətdə iyyət leksikdir, 7, açıqda ıq leksikdir, 8, qrammatiklərə baxıraq. Katastrında 2 dənə mənsubiyyət hal, məlumatlarda bir dənə 3, açıqdır da 4. Mülkiyyəti də var idi, bağışlayın. Mülkiyyətdə də və katastrında 2, da, mülkiyyəti də 3-cü, yəni mülkiyyətdə bir dənə var 3, məlumatlarda 4, ictimaiyyətə 5, açıqdır da 6. Gördüyümüz kimi leksik şəkilçilər çox olduğuna görə bərabərdir fikri. Səhv olur, düzgün cavab nə olur? 1, 2, 4, A variantı. Gəldik ədəbiyyata. Gəlmə, yaxın ey dost.
Mənə xalis kədərəm mən. Dindirmə ki, ümmana dönən bir qəhərəm mən. Allah Baba Pünhana rəhmət eləsin. Baxaq burada, mən kədərəm. Bu təşbehdir. Mən qəhərəm. Bu təşbehdir. Xalis kədər. Epitetdir. Çünki xalis qızıl olar. Sonra görüm nə var burada? Söz sırasının pozulması var. Görək daha başqa nə var? Burada mübaliğə var ki, mən ümmana dönən bir qəhərəm. İndi baxaq görək nə deyir. Söz sırasının pozulması da var. Mən qəhərəm. Deməli, birdəki fikir doğrudur. Deyir, sözlərin qrammatik ardıcıllığının pozulması hesabına nitqin emosionallığı, estetik təsir gücü daha da artmışdır. İkidə yazıb bir əşya hadisə anlayışının əvəzinə onunla bağlı olan başqa bir ad. Bu metonimiya deməkdir. Burada metonimiya yoxdur. Ona görə bu variantı çıxdı. Bir əlamətin başqa əşya üzərinə köçürülməsi burada metafor da yox idi. Bir-birinə zidd anlayışların qarşılaşdırılması burada bədii təzad da yox idi. Sözün təsir gücünü artırmaq üçün ona məcazi mənalı bir söz əlavə edilmişdir. Hə, burada xalis sözü epitetdir. Epitet var. Məcazın bənzətmə əsasında yaradılmış bir növündən istifadə edilmişdir. Yəni təşbeh, bəli, o da var. Deməli, cavab 1, 5, 6-dır. Elə cavabımız varmı? Bəli, B variantı. Keçdik. Nəticələri 27-ci suala keçmək üçün bunu təmizləyək. 27-ci sual Nizami Gəncəvinin İskəndərnamə əsərindəki İskəndər obrazı ilə bağlı klasteri tamamlayın. İskəndər bütün dünyada ədaləti bərqərar etmək istəyir. Yəni, doğru fikir istəyirik. Mən niyə klasterin üstəki cümləsini oxudum? Ona görə oxudum ki, bu fikir düzdürsə, düzlər axtaracaq, səhvdirsə, səhvlər axtaracaq. Ona görə buradakı fikir düzdür, bütün dünyada ədaləti bərqərar etmək istəyir. Görək indi doğru fikir nədir? Nüşabənin onu tanıdığını bildikdə qorxudan saralır. Bəli, bu fikir düzdür. Biz bunu götürəcəyik. Həqiqətən orada cümlədə keçir ki, rəngi ruhu saralır. Bir fəth etdiyi ölkələrdə təkallahlığı təbliğ edir. Aha, bu fikirdə bir qüsur var. Bir qüsur var. Yəni, şərəfnamə hissəsində ölkələri fəth edir və fəth eləyərkən də təkallahlığı təbliğ eləmir. Sonra ikinci dəfə səyahətə çıxanda təkallahlığı təbliğ edir. Ona görə 2-dəki fikir çıxdı. Nüşabə ilə polemikasında sağlam məntiqi ilə Nüşabəni susturduğu məqam da olur. Bəli. Nüşabə onun qarşısına qızıl qoyanda ona deyir ki, bu qızıl yemək mümkün deyilsə, niyə bunun üstündə müharibə aparırsınız? Onda İskəndər də eyni ilə onun eyni sözündən yapışır, deyir ki, sözlərin o vaxtda doğru olardı ki, bunun özünü bunlardan sən özün də toplamayaydın. Deməli, elə məqamlar olur ki, o da Nüşabəni susturmuş olur. Cavab deməli C variantı olur. 1, 3, 4, 5 niyə səhvdir ona baxaq. Nüşabənin şəklini gördükdə onun nəcabətli bir xanım olduğu qənaətinə gəlir. Xeyr, bu tərsinədir. İskəndərin şəklini görəndə Nüşabə fikirləşmişdi ki, bu nəcabətli bir adamdır. Bərdəni fəth etmək fikrindən Nüşabənin xahişi ilə əl çəkir. Xeyr, ümumiyyətlə o Bərdəni fəth etmək fikri yox idi. Düzdür, Nüşabə ondan Bərdəni fəth etməyəcəyi ilə bağlı, müharibə eləməyəcəyi ilə bağlı vəd alır, amma ümumiyyətlə Bərdəni fəth etmək fikri İskəndərdə yox idi. Ona görə də bu fikri səhvli götürmürük. Doğru cavab 1, 3 olacaq. Keçək növbəti sualımıza. 28-ci sualı böyüdək, rahat görək. Aha, bu da bədii təsvir və ifadə vasitəsi soruşulan sualdır. Zalım dünya. Zalım dünya epitet. Çünki zalim insan olar. Dünya öz işində, burada zalım dünya öz işində burada bir metafor var. Elə cavab olur B variantı. Zalım dünya deyir, gəlişində, gedişində burada bir metafor var. Təzad variantı olsaydı, təzad variantı götürək. Zaten bu cavab variantlarının heç birində ifadə vasitəsi verilməmişdir. 29-cu suala baxır. İlahi, gəlirəm, eşit səsimi. Kimsəyə ümid yox, sən ovut məni. Bu nəhəng boşluğa attım özümü, sənə arxayınam. Özün tut məni. Allah Ramzi Rövşənə də uzun ömür can sağlığı versin. Bu şeir heca vəznindədir. A variantında yazıb ki, uzun və qısa hecaların ardıcılığı gözlənilmişdir. Bu əruz vəzninə aid bir fikirdir. Uzun və qısa hecaların ardıcılığı. Ona görə A variantı səhv. Deyir, nəhəng sözü epitetdir. Nəhəng boşluğa attım, xeyr, nəhəng boşluq ola bilər. Burada epitet yoxdur. Məni sözü təkrirdir. Xeyr, məni sözü rədifdir. Qafiyədən sonra təkrarlandığı üçün ovut və tut sözündən sonra gəldiyi üçün rədifdir. Bu fikir də doğru deyil. Heca vəznində yazılmışdır. Bəli, bu fikir doğrudur. Heca vəznində. Deyir, ikinci misrada təşbih. Burada təşbiyə oxşayan heç nə yoxdur. Kimsəyə ümid yox, sən ovut məni. Deməli, variant D variantı.
Baxaq 30-cu suala. Deyir, Uruz obrazı ilə bağlı doğru fikirləri müəyyən edin. Deyir, ailənin namusunu canından belə əziz tutur, fikir düzdür. Biz Salur Qazanın evinin yağmalanması boyunda anasına deyir ki, qoy məni kabab eləsinlər, hamı bir tikə isə sən iki tikək. 2. Atasının sözündən heç vaxt çıxmır, ona etiraz etmir. Bu fikir səhv. Uruzun dustaq olduğu boyda atasının sözündən çıxır və döyüşə qatılır. Ona görə etiraz məsələsi də hətta əsərin əvvəlində də atasına belə bir tabe olur onun. Deyir ki, ay ata, dağca böyümüsən, dəvəcə ağlın yox, təpəcə ağlın yoxdur. Dəvəcə böyümüsən, köşəkcə ağlın yoxdur. Ata oğuldan öyrənir, yoxsa oğul atadan? Sən ha vaxt mənə qəhrəmanlıq öyrətdin, mən öyrənmədim. Yəni ona görə bu fikir səhv. Evlənmək üçün Trabzon Təkrunun qızını gətirməyə gedir. Bu Qanturalıya aid bir fikirdir. Ona görə bu fikir də səhvdir. Əsir düşərkən atasını onun uğrunda döyüşməkdən çəkindirməyə çalışır. Bəli, bu fikir düzdür. Uruzun dustaq olduğu boyda o atasının qarşısına çıxır, düşmənlərə deyir ki, mənim əlimi qolumu açın, mən atama deyim ki, qayıt, get geri. Orada belə bir polemik olur. Deyir ki, ay ata, anam sağ, sən sağ, Allah sizə hələ bir oğul da verər. Orada Qazan deyir ki, oğul verər, amma sənin kimi oğul verməz və döyüşəcəm. İstəyir ki, ata oğul üçün ölsə ayıb olur. Belə bir söhbətləri var. Ona görə bu fikir düzdür. Düşmənlə döyüşməkdən çəkinmir. Bu fikir də düzdür. Biz Uruzun dustaq olduğu boyda o atası böyüklərin döyüşünə baxır, sonra 40 igidinlə döyüşə atılır. Deməli, düşmənlə döyüşməkdən çəkinmir. Ona görə bu fikir də düzdür. Deməli, 1, 4, 5-ci fikirlər cavab Y variantı olur. Keçək növbəti sualımıza. Nəsiminin Məndə sığar iki cahan şeirinin forma xüsusiyyətləri də bu asan sualdır. Çünki burada forma xüsusiyyətləri sözünə diqqət eləsək, biz Allahın bütün nişanələrini, bütün nişanlarının insanda olduğu söylənilir və yaxud fəlsəfi şeirləri içərisində ən məşhurlarındandır. Bu məzmunu ilə bağlı fikirdir. Ona görə 1-3-ü çıxırıq, avtomatik bizə 2, 4, 5 cavabı qalır. Qəzəl janrında forması ilə bağlı fikirdir və düz fikirdir. Rəcəz bəhrində olması forması ilə bağlıdır, düz fikirdir. Uzun və qısa hecalar əruz vəzni deməkdir. Bu da düzdür. Cavab Y variantıdır. 32-ci suala baxırıq. Döşünü qayıqlar düymə tək bəzər. Burada bir təşbeh var. Dedim bu görkəmlə Xəzərə bənzər. Qızını yaylağa köçürüb Xəzər. Burada da bir metafor var. Sözsüz burada inversiya da var. Baxdı, cilvələndi, nazlandı, göl nazlandı da metafordur. A variantı elə səhv fikirdir. Ona görə səhv fikirdir ki, Xəzər qızını köçürüb metonim olmaz. Burada o demək deyil ki, yəni cəmaət, xalq köçürüb qızını. Burada bir metafor var. Xəzərin böyük su hövzəsi olması, Gölgölün kiçik su hövzəsi olması, sanki Xəzər qızını başqa yerə köçürüb kimi mənalandırılıb və bu bir metafordur. Belə səhv variant da A-dır. B ona görə düzdür ki, nümunədə inversiya var. Bəli, Xəzər qızını yaylağa köçürüb. Göl nazlandı, metafordur, bəli. Qoşmanın, yəni nazlanmaq insana məxsus xüsusiyyətdir, göl-gölə köçürülür. Qoşmanın orta bəndidir, bəli, qafiyə quruluşuna görürük, bəzər, bənzər, Xəzər, 3-ü 1, dördüncü də fərqli olduğu üçün qafiyə quruluşu ona görə bu orta bənddir. Birinci misrada təşbih işlənmişdir, bəli, düymə tək, düymə kimi bəzər, bu da təşbihdir. Ona görə səhv fikir 32-də A variantıdır. Keçək növbəti sualımıza. 30-cu suala baxırıq. Bu 2 dənə şeir nümunəsidir və bunlar Eyler-Venn diaqramı ilə müqayisə olunur. Baxaq görək nədir burada. Deyir ki, birinci fikir. Məcnun oda yandı, əvvəlcə şeir nümunələrini oxuyum. Məcnun oda yandı, şölə-i ah ilə pak, vamik suya batdı, eşqidən oldu həlak. Fərhat həvəs ilə yelə verdiyi ömrün, hak oldular onlar, mənəm imdiyi ol hak. Siz bunun rübai olduğunu bilməsəz də, ən azı Füzulinin şeiri olduğunu görərkən bilməlisiniz ki, bu əruz vəznindədir. Huşum çaşdı, düşdüm olmaz oyuna, yetmədim gözəlin əsli soyuna. Aşiq oldum simasına boyuna, hayf ki kamalda dərin görmədim. Bu da Aşıq Ələsgərindir deyə, deməli heca vəznindədir. Örtüş şəklindədir fikri. Füzulinin bu rübaisi üçün doğru fikirdir, amma Aşıq Ələsgərin qoşması üçün də keçərli fikir olduğu üçün, yəni hər bənddə 4 misra olduğu üçün bu fikir səhvdir. Bunu pozduq. Əruz vəznindədir. Fikri doğrudur. Çünki bu rübaidir. Həm də Füzulinin yaradıcılığından olduğu üçün 100% ki, əruz vəznindədir. Çünki Füzuli heca vəznində yazmır. Misra daxili bölgüsü bütöv söz prinsipinə əsaslanır. Bu səhvdir.
Çünki bu heca vəzninə aiddir. Əruz vəznində şeirin ortasına da misra daxili bölgü düşür. Sözün ortasına misra daxili bölgü düşür. Bir bəndli şeirdir, xeyr. Bu Füzulinin rübaisinə aiddir, amma Aşıq Ələsgərin görmədim qoşmasına aid deyil. Bir bəndli şeir deyil. Zəngin qafiyə işlənmişdir. Deməli, baxaq oyuna, soyuna, boyuna. O birinə baxıram, o birilərdə paçda aç, həlakda aç, qaçda aç. Bu yoxsul qafiyədir. Deməli, zəngin qafiyədir fikri doğrudur. Bədii təsvir və ifadə vasitəsi var. Hər ikisində bədii təsvir və ifadə vasitəsi olduğu üçün bu səhvdir. Deməli, oldu düzgün cavab nə? D variantı yalnız 2, 5. 34-ə baxıram. 34-cü şeirin test nümunəsinə. Xətainin Dəhnamə əsərindən verilmiş nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Məşuq ilə eşqi tanımazdım, heç kimə könül verim deməzdim. Öz pişəmə, öz işimə qani, heç kim yox idi kim ola mani. Kim desə mənə ki aşiq oldum, rüsvay dili xəlaiq oldum, əbləh deyibən gülərdim ona, hər tənə ki var vurardım ona. Birdəki fikir səhvdir. Niyə birdəki fikir səhvdir? Çünki bu aşiqin əhvalı hissəsindəndir. Qafiyə quruluşu məsnəvidə olduğu kimidir. Bəli, tanımazdım, deməzdim. İşimə qane ola mane B. Zaten bu Dəhnamədən də, Məsnəvidəndir. Bu fikir doğrudur. Deyir ki, nümunədə rədif və təkrir işlənmişdir. Rədif, bəli, buradakı onalar rədifdir. Gördüyünüz kimi təkrir də görə harda var? Bəli, öz pişəmə, öz işimə qane. Özlər də təkrirdir. Deməli, 2 düz, 3 düz. Düz cavab çıxırmı? Deməli, 5 də düzdür. Məşuqənin dilindəndir? Xeyr, bu aşiqin dilindəndir. Həzəc bəhrindədir? Bəli, bu poema Həzəc bəhrində olduğu üçün, bu da poemadan bir parça olduğu üçün deməli, Y variantı doğrudur. Keçək 35-ci suala. Nizami Gəncəvinin İskəndərnamə poemasında Nüşabə haqqında səhv fikir hansıdır? Nizaminin Nüşabəyə rəğbəti duyulurmu? Bəli, duyulur. Çünki Nüşabəni tərifləyir, onun haqqında, onu hətta İskəndərlə qarşılaşdıranda İskəndərdən bir boy artıq, yəni daha müsbət bir obraz kimi təqdim edir, daha ağıllı. Bu fikir düz. İskəndər Nüşabənin ağlı fərasəti qarşısında aciz qalır. Bəli, az qalmışdı ki, başını qurban edəsin. Əgər Nüşabə istəsəydi, zaten əlində idi, əsiri idi. Bu fikir də düz. Nizaminin təxəyyülünün məhsulu olan Nüşabə ilə Bərdə hökmdarı Nüşabəni eyniləşdirmək olmaz. Fikri doğru kimi görünür, amma doğru deyil. Niyə? Çünki Bərdən hökmdarı Nüşabə deyilən belə bir tarixi şəxsiyyət yoxdur ki. Ona görə bu fikir səhv. Nüşabə ölkənin abadlığına və xalqın firavan həyatına nail olmuşdur fikri düz. Çünki əsərin əvvəlində, yəni Bərdənin təsviri olan hissədə Nüşabə ilə orada bizə verilir ki, bəli, ölkə abad idi. Nüşabənin İskəndərə böyük rəğbəti olduğu üçün taxtını ona təqdim edir. Bəli, bu fikir də doğrudur. Deyir ki, bir taxta 2 nəfər yaraşmaz deyib taxtını ona təqdim eləyir. Bu fikir də doğrudur. Ona görə variant C. Keçək növbəti suala. 36-cı suala baxırıq. Dədə Qorqud dastanındakı Burla Xatun obrazı ilə bağlı yanlış fikirləri müəyyən edin. Deyir ki, düşündüyünü dilə gətirməkdə heç kəsdən çəkinmir. Bəli, biz qətiyyən onun kimdənsə çəkindiyini görmürük. Ona görə bu fikir doğrudur. Qazan xanın namusunu hər şeydən uca tutur. Bax, bu fikirdə yanlış var. Çünki Salur Qazanın evinin yağmalandığı boyda oğlunun ölümünü, ölməməsini, sağ qalmasını az qala namusundan qiymətli tutmaq istəmişdi. Çünki oğlu ilə məsləhətləşir. Ona görə bu fikir səhv. Deməli, biz doğru fikirləri yox, səhv fikirləri götürəcəyik deyə, onda mən bircə dəqiqə bunu pozum. Deməli, mənə 1 yox, mənə 2 lazımdır. Deyir, Oğuzun, İç Oğuzun, Dış Oğuzun başçıları ilə qohumluq münasibəti var. Bəli, Oğuzun başçıları ilə qohumluq münasibəti nətərdir? Çünki atası Bayındır xandır. İç Oğuz da Salur Qazanın yoldaşıdır. Dış Oğuzun başçıları ilə də orada da Aruzun da belə deyək də gəlini hesab olunur dolayısıyla. Çünki ərinin dayısıdır. Ona görə bu fikir doğru olduğu üçün bunu götürmürəm. Bu bizə lazım deyil. Yeganə övladı Urus. Aha, yeganə övladı deyil.
Çünki qızı da var idi. Qara Günənin oğlu onun kürəkəni idi. Deməli, qızı da var imiş. Burada 2 səhv, 4 səhv. Bir neçə boyda döyüş meydanında qəhrəmanlıq göstərir. Xeyr, biz bunu cəmi bir boyda döyüş meydanında qəhrəmanlıq göstəririk. Uruzun dustaq olduğu boyda. Deməli, cavab 2, 4, 5 B variantı. Keçdik növbəti suala, 37-ci suala. Deyir ki, lal dinməz əl üstə kimin əli, dəsmalı ver, oyunları hərəkətsiz. Xeyr, dəsmalı ver, oyunu hərəkətli oyundur. Burada uçdu-uçdu olsaydı bu fikir doğru olardı. Ona görə biz bunu götürürük. Çünki burada qarşısından doğru yazıb, doğru deyil. Deməli, 37-ci sual. Aha. Deyir, Salur Qazanın evinin yağmalandığı boyda, Qazan qonur atını, Dəli Dondaz təpəl qaşqı ayğırını, Qara Günə göy bədəv atını, Beyrək boz ayğırını, Yeynək duru ayğırını minib Aladağa ova çıxırlar. Bu fikir düzdür. Burada səhv fikir yoxdur. Deməli, yox, biz bunu mən bir səhv elədim. Deməli, bunu götürmürəm. Bunu götürmürəm. Çünki bu fikir yanlışdır. Daha doğrusu yanlış deyəndə doğru fikirdir, uyğunsuzluq olmadığı üçün götürmürəm. Sonra deyir, Xəqaninin Gənclərə nəsihət əsərində gənclərin böyüklərə hörmətlə, kiçiklərə qayğı ilə yanaşmağı tövsiyə edir. Fikir səhv. Düzdür, bizdə ən çox tövsif elədiyimiz məsələ odur ki, böyüklərə hörmət eləyək, kiçiklərə qayğı, amma bu Gənclərə nəsihət əsərində yoxdur. Bunun qabağında yanlış yazdığına görə yanlış fikrin qarşısında yanlış doğru deməkdir. Bu uyğunsuzluq demək deyil. Ona görə bunu da götürürlər. Nəsiminin Ağrımaz rədifli qəzəlində də Sığmazam rədifli qəzəlindəki kimi hürufi görüşlər, xeyr, bu fikir səhv. Ağırmaz qəzəlində hürufi görüşlər yoxdur. Ağırmaz qəzəli bir meydan oxumadır və hürufiliyin təbliği deyil. Qarşısında doğru yazıb, xeyr, bu yanlış fikir. Yanlış olduğu üçün, uyğunsuzluq olduğu üçün biz bunu götürürük. Burada yanlışın qabağına doğru yazıb. Sonra deyir, Xətainin Dəhnamə poemasında məşuqə, sabah, ahuş, göz yaşı kimi mifik obrazlarla yanaşı bu fikir səhv. Çünki səba, ahuş simvolik obrazlardır. Bura doğru yazıbdır. Yanlış olduğu üçün bunu da götürürəm. Deməli, cavab 1, 4, 5 olmalıdır. Mənim özümdə bircə dəqiqə görüm. Burada 1, 4, 5 cavabı görünmür axı. Bircə dəqiqə səba, ahuş. Aha, deməli 1, 4, 5 variantı zaten yoxdur burada. Aha, Xətainin Dəhnamə poemasında məşuqə, sabah, avuş, göz yaşı mifik obrazlarla yanaşı aşiq Baban. Aha, bax görürsünüz, bu testdə deməli 1, 4, 6-nı götürəcəyik, amma 5 də səhv idi. Bəzi yazılı hekayə, roman, faciə, dram təmsili və şifahi xalq ədəbiyyatı janrı, atalar söz tapmaca və səl yanıltmac həm nəzmlə, həm də nəsrlə yazıla bilir. Bu fikir doğru idi. Yanlış yazıblar, biz bunu da götürürük. Biz bunu da götürürük. Deməli, əslində burada cavab nə imiş? 1, 4, 5, 6. Aha, amma bizdə də elə cavab zaten yoxdur. 1, 4, 5, 6 yoxdur. Deməli, 1, 4, 6-nın B variantını götürəcəyik. Amma gördüyünüz kimi 5-də də niyə səhv idi? Çünki səba, ahuş, göz yaşı mifik obraz deyil. Onlar simvolik obrazlar. Bəlkə də bilmirəm, bu testi dəyişmişikmiş, bura bir doğrunun yerinə yanlış yazmışıqmış. Onu daha çox da dəqiq bilmirəm. Amma bu vəziyyətdə, gördüyünüz vəziyyətdə bu testin cavabı 1, 4, 5, 6 idi. 5-i seçmək imkanı yox idi. Ona görə B variantını seçdik. Aha, davam eləyirik. Bax, gördüyünüz kimi burada da bir səhvimiz vardı. Bəlkə də sizə təqdim olunan variantda 5 təqdim olunmayıb. Onu bu dəqiqə xatırlaya bilmirəm. Çünki bu qədər danışıb çox bərk yorulmuşam. Testi başa çıxmaq istəyirəm. İndi 38-ci, 39-cu, 40-cı suallara baxırıq. Gəlib çatmışıq. Aha. 38-də hadisələrin ardıcıllığını istəyir bir də. Salur Qazanın evinin yağmalanması boyundakı hadisələrin ardıcıllığı. Çobanın qardaşların yanına çağırması, buna baxaq. Kafirin Qazanda bir heyflərinin qaldığını düşünməsi. Bəli, 2 birdən qabaqdadır. Çünki biz əsərdə görürük ki, kafirlər deyir ki, Qazanda bir heyfimiz qaldı. Ondan sonra gəlir ki, çoban bəs yuxu gördü, qardaşlarını yanına çağırdı. Deməli, 2 birdən əvvəldədir. Burla xatunun oğlu Uruzla məsləhətləşməsi. O lap axırlardadır. Deməli, hələ ki, ardıcıllıq belədir. 2, 1, 3. Qazanın çobana əmraxur vədi verməsi bu 3-dən qabaqdadır. Niyə? Çünki Qazan yurduna gəlir, xəbər alır və çobanla qarşılaşır. Sonra çobanla bir yerdə düşmən üstünə gedəndə ona deyir ki, elimi yurdumu xilas eləyə bilsəm, sənə əmraxur təyin eləyəcəm. Ondan sonra biz
Burla Xatunla oğlu Uruzun məsləhətləşməsini görürük. Ona görə deməli hələlik belədir. 2-1-4-3. Hə, sobanın sapanda əl atıb düşmənə hücum etməsi bu, şeydən qabaqdır. Bircə dəqiqə görüm. Eee, xeyr, bu axırdadır. Hə, bu lap axırdadır. 2-1-3-4-5 hardadır o? B variantıdır. Deməli 38-in cavabı B mi oldu? Mən düzümü dedim. 2-1 xeyr, 2-1-4-3-5. Çünki deməli, Uruzu deyir, kabab eləməyə gətirirlər. Elə o məqamda çobanla Qazan gəlib çatır və çoban sapanda əl atıb hücum eləyir. Onda Qazan ona deyir ki, bəs hücum eləməginən qoy mən anamı düşməndən alım, ayaqlar altında qalmasın. Deməli, kafirin Qazanda bir heyfinin qaldığını söyləməsi daha əvvəldir. Ondan sonra çoban qardaşlarını yanına çağırır, düşməni 600-dən 300-ünü qırıb onları geri döndərirlər. Ondan sonra Qazan evinə gəlir, yurduna gəlir, görür ki, xarab olub, hər yer gedir çobanın yanına, çobanla sonra birlikdə düşmən üzərinə gedirlər. Bundan sonra keçirik biz düşmənin, deməli, Şöklü Məliyin yanında olan hadisələrdən şahid oluruq. Orada Burla Xatun oğlunla məsləhətləşir, sonra Uruzu gətirirlər bişirməyə. Elə bu məqamda Qazanla çoban gəlib çıxır və çoban sapanda əl atıb düşmənə hücum eləyir. Cavab C variantı 2-1-4-3-5. İskəndərnamə poeması ilə bağlı doğru fikirləri müəyyənləşdirin əsərdə. Görək nə var, nə yox. Deyir ki, insanın azadlığı, ləyaqəti, mənalı ömrü, cəmiyyətin mənəvi kamilliyi kimi məsələlərə önəm verilmişdir, fikri doğrudur. 2 nədə səhvdir? İlk ideal qadın obrazı deyil. İlk ideal qadın obrazı şirindir. Ona görə 2 səhv. Canlı real təbiət lövhələri və döyüş səhnələri verilmişdir. Bəli, biz döyüş səhnələrini Dara ilə qarşılaşdığı səhnədə görürük, Nizami verib. Şair digər xalqlar barədə hörmət və ehtiramla danışır. Bəli, Çinlilər barədə bizim sonra deyək ki, o xoşbəxtlər ölkəsinə getdiyi xalq barədə. Bunlar düz. Sonra deyir, roman janrına aid xüsusiyyətlər müşahidə edilir. Bəli, biz İskəndərnamə mənzum roman deyirik. Deməli, düzgün cavab nə olur? 1, 3, 4, 6, D variantı. Keçək 40-cı suala. Əvvəlcə bunu pozaq. 40-cı sualda Basatın Təpəgözü öldürdüyü boyda Dədə Qorqud problemlərin həllində iştirak edir. Doğru fikirdir. Oğuzlar Təpəgözün qarşısında acizdirlər. Bu da doğru fikirdir. A variantı. Aruz Qazan Qaragünə Basata məsləhət verir. Xeyr, burada Qaragünə yox idi. Ona görə A variantı səhv. Basat dış Oğuzu müdafiə etmək üçün müharibəyə başı qarışdığı üçün xeyr. Bu yağmaya getmişdi. Orada elə deyir. Yəni müdafiə eləməyə getməmişdi. Ona görə B variantı da səhv. C variantı. Basat təvazökar və imanlı bir gəncdir. Bəli, Basat hər dəfə Təpəgözün əlindən qurtulanda o belə deyir ki, məni Tanrım qurtardı. Yəni özünü öymür, özü qürurlanmır və qurtulmasını Allahla bağlayır. Bu bir imanlı olduğunu göstərir. Hətta o kümbəzə girəndə, kümbəzi vuranda da neynir? İsm əzəm oxuyur, Allaha dua eləyir. 7 qapı açılır və oradan çıxır. C variantı doğrudur. D variantı deyir, Basat Təpəgözü tək başına, xeyr, tək başına yox, ona qocalar da yapaqlı qoca ilə bunlu qoca kömək eləmişdi. Bir də Basat qardaşının ölüm xəbərini qapaqdan kişidən yox, qapaqdan kişinin yoldaşından öyrənir. Dəyərli kolleqalarım, diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam toxundusa, mənim üçün nə mutlu. Sağ olun, var olun.